Maraqlı olacaq, bəli. Çünki hər birimizi maraqlandıran mövzulardır bunlar. Şuuraltımız həyatımızın ayrılmaz bir parçasıdır. Həyatımızın 95%-i şuuraltı zehin tərəfindən avtomatik idarə olunur. E, Düşüncələrimiz, davranışlarımız, vərdişlərimiz və buna bağlı olaraq da bizim taleyimiz. Və Jung'un da dediyi kimi şuuraltının fərqində olmayanda insan başına gələn şeyləri talih və qismət adlandırır. Biz bu talih və qismət anlayışının üzərindən belə deyək, xətt çəkib doğru talih və qismət anlayışını üzə çıxardırıq. Bir çox hallarda insanlar fikirləşir ki, dəyişmək çox çətin bir prosesdir. Çünki necə eləyəcəklərini bilmirlər. Mən həmişə deyirəm, sizin əlinizdə çox yaxşı bir cihaz ola bilər, amma siz bu cihazı istifadə etməyin qaydasını bilmirsinizsə, bu cihaz sizin üçün işlətmək bunun çox çətin olacaq, hətta imkansız kimi görünə bilər. Hər şey onu necə istifadə edəcəyini bilməkdən asılıdır. İndi mən sizinlə bir slayd da bölüşəcəm. Yəqin ki, indi mənim ekranımı hamınız görürsünüz. Tam ekran şəklində eləyim. Şur altındakı taleyimiz Sayke ilə necə dəyişmək olar? Hər zaman olduğu kimi Mövlanənin bir sözü ilə başlamaq istəyirəm. Necə ki, susamış biri suyu axtarırsa, su da susuzluğunu dindirəcəyi birini axtarır. İnsan həmişə dünyanı axtarır, gəzir, hər tərəfi, nə bilim, çoxumuzun başına gəlir də kitablar oxuyuruq, təlimləri qatılırıq, motivasiya danışıqlarına qulaq asırıq və s. Nəsə bir içimizdəki boşluq vardır. Axtardığımızı tapmağa çalışırıq, amma tam olaraq nəyi axtardığımızı da bilmirik. Amma təməldə iki dənə duyğunu axtarırıq, hüzur və məmnuniyyət duyğusunu. Bir çox hallarda biz bu içimizdə adını qoya bilmədiyimiz o məcazi boşluğu doldurmaq üçün bir şeylər axtarırıq. Deyirik ki, gedim müəyyən təlimlərə, gedim təbiətə, gedim müəyyən, nə bilim, həccə gedim, nə bilim, kilsəyə gedim, sinaqoqa gedim, məscidə gedim, onu eləyim, bunu eləyim, nə bilim, tamamilə dünyadan uzaqlaşım, içimə qapılım və yaxud da ki, meditasiyalar eləyim, başqa bir rayona gedim, başqa bir ölkəyə gedim, dincəlim və s. Bir çox hallarda isə bunlar sadəcə olaraq özünü ertələməklə nəticələnir. Başqa bir nəticəsi olmur. Səbəb isə odur ki, bizim axtardığımız şey tam olaraq bəlli deyil nədir? Ona görə də yanlış yerlərə baxırıq. Əslində, heç baxmamamız gerəkən yerlərə baxırıq. Və biz bilmirik ki, əslində axtardığımız şey də bizi axtarır. Necə ki, Mövlana deyir, susamış biri suyu axtarırsa, suda susuzlayan birini axtarır ki, onun susuzluğunu dindirsin. Və bir çox hallarda əslində həmin o şey çox-çox uzaqlarda olmur. Tam burnumuzun dibində olur. Elə məhz burnumuzun dibində olduğu üçün də biz ona baxmırıq. Jung'un çox gözəl bir sözü var. Deyir ki, ehtiyacın olan şey baxmağı ən az istədiyin yerdədir. Hara heç baxmaq istəmiriksə, axtardığımız şey bir çox hallarda orada olur. Fikir verin, real həyatda da bir şey itiririk, evdə nəyisə axtarırıq. Deyirik ki, əşya ora baxmayayım da, onsuz da orada olmaz. Axırda hər yeri axtarıb tapa bilmirik, gəlib görürük ki, elə həmin yerdəymiş. Bu zehin səviyyəsində stres səbəbi ilə baxmamaqla nəticələnir. Çünki bəzən biz problemimizi həll etmək istəmirik, sözün əsl mənasında. Çünki biz problemimizi həll edəriksə, başqa bir problemlə qarşılaşacağımıza inanarıq. Mənim həmişə videolarımda dediyim bir söz vardır. İnsan beyni tanıdığı narahatlığı tanımadığı rahatlıqdan üstün tutur. Çünki bilir ki, bu narahatlığın, bu xaosun, bu problemin öhdəsindən necə gələ bilər. Ona görə də elə həmişə oralarda gəzməyə çalışır, heç oradan çıxmaq istəmir. Və həyatımızdakı bu reallığın dörd səviyyəsi burada önümüzə çıxır. Bir məsələyə dörd fərqli baxış bucağından insan baxa bilir. Obyektiv, subyektiv, simvolik və holistik. Nə deməkdir bunlar? Obyektiv reallıq səbəb-nəticə əlaqəsinə əsaslanan bir şeydir. Yəni 2 vur 2 4. Hər şey bir-birindən ayrıdır. Mövcud olan yeganə reallıq budur. Hər şeyin bir başlanğıcı var, hər şeyin bir sonu var, sonrası isə yoxdur. Sonra gəlir subyektiv reallıq. Hər şey bir-birinə bağlıdır.
Bütün hadisələr bir döngünün parçasıdır. Necə ki, insan dünyaya gəlir, yaşayır, yaradır, dünyasını dəyişir, torpağa qarışır, kimisi yandırılır, yandırılsa da, torpağa da qarışsa, bir şəkildə bir şeydən başqa bir şeyə dönüşür, yoxa çıxmır. Və o döngünün içərisində o həyati proses, bu kainatın işləmə prosesi davam edir. Sonra gəlir simvolik reallıq. Hər şey bir simvoldur. Hər şeyin bir mənası var. Bizim Psyche təlimlərində həmişə dediyimiz bir söz vardır. Həyatda hər şeyin və bir çox hallarda yaşadığımız sıxıntının, gərginliyin, narahatlığın əslində bizi oyandırmağa çalışan əhəmiyyətli dostlar olduğudur. E, Biz bəzən mesajı almadan elçini öldürərik. Yəni həyatımızda problem yaşayarıq. Yaşadığımız problemi birbaşa həyatımızdan çıxartmağa, uzaqlaşdırmağa çalışarıq. Toksik bir münasibətimiz olar. Toksik adamı həyatımızdan çıxartmaq istəyərik. O münasibəti bitirmək istəyərik. Amma fikirləşmərik ki, bu toksik adamın mənim həyatımda nə işi var? İş yerində problem yaşayarıq, çox üzülərik, çox gərginlik və stres keçirərik və deyərik ki, işdən çıxım olsun bitsin. Amma düşünmürük ki, niyə mən belə bir iş yerinə gəlib düşmüşəm? Və ya həyatımızda eyni şeylər davamlı təkrarlanar, münasibətlərdirsə bitirilər, işlə bağlıdırsa işdən çıxarlar, qonşun pisdirsə köçərsən, amma heç oturub fikirləşmərik ki, ya bu şeylər niyə bizim başımıza gəlir? Əslində bizi oyandırmağa çalışan o narahatlıqlar hər dəfə qapımızı döyər, amma biz onları qapıdan qovarıq. Bir qapını açıb dinləsək ki, bizə nə demək istəyir? O alacağımız mesajı aldıqdan sonra əslində o bizə deyir, özündə nəyi dəyiş. O özündə olan şeyi dəyişəndən sonra əslində həyatın dəyişir. Çünki onun da yaxşı bir niyyəti var, bizə bir xəbər gətirmək. Ona görə deyilir, mesajı almadan elçini öldürmə. Bax, dinlə, sonra gör nəyi dəyişməlisən, ondan sonra dəyiş. Bir də vardır holistik reallıq. Hər şey bir bütünün bir parçasıdır. Hamımız birik, hamımız vahid bir kainatın, bütövün bir parçasıyıq. Mevlana bunu bu şəkildə izah eləyərdi. Deyərdi ki, dənizin dalğaları hər biri dənizdən ayrı olsa belə, heç biri dənizdən ayrı deyildir. Ayrı-ayrı şeylərdir, amma hamısı da bütöv bir dənizin parçalarıdır. Biz hər birimiz ayrı-ayrı insanlar olsaq belə hamımız bir bütünün parçasıyıq. Bu o deməkdir ki, nə mən səndən ayrıyam, nə sən məndən ayrısan. Hamımız birik, hamımız bütövük. Məndə bir problem varsa, bu sadəcə mənimlə əlaqəli deyil. Səndə bir problem varsa, bu sadəcə səninlə əlaqəli deyil. Ümumi baxmaq lazımdır məsələyə ki, bunlar hamısı həyatın bir parçasıdır və məqsədimiz onları qucaqlayacaq tərzdə bütövlüklə qəbul etmək və sevmək olmalıdır. Einstein bu məsələ barəsində bunu deyirdi. Deyirdi ki, biz hər birimiz kainat tərəfindən biz hər bir bir insan bizim tərəfimizdən kainat deyə adlandırılan bütövlüyün bir hissəsidir. Zaman və məkan baxımından məhdud bir hissəsi. İnsan özünü, düşüncələrini və duyğularını digərlərindən ayrılmış bir şey kimi hiss edər. Bu isə onun şuurunun bir növ vizual illüziyasıdır. Bu illüziya bizi şəxsi istəklərimizə və yalnız ətrafımızdakı bir neçə nəfəri sevməyə məhdudlaşdıran bir növ həbsxanadır. Vəzifəmiz bu həbsxanadan qurtulmaq, bütün canlıları onların gözəlliyi və təbiəti əhatə edəcək şəkildə sevgi dairəmizi dərinləşdirmək olmalı. Əslində çox dərin bir məna var, hissə-hissə başa düşmək lazımdır bunu. Yəni kainat birdir və bütövdür. Biz də onun bir parçasıyıq. Bizim Yaradanın ilahi gücündən bir dənə ayıran özəlliyimiz var ki, biz zaman və məkanla məhduduq. Biz eyni anda bir yerdəyik və müəyyən bir ömrümüz var. Həmin ömür daxilində, müəyyən illər daxilində biz yaşayırıq. Zamanın sonsuz axışı içində insan çox kiçik bir andır və müəyyən qədər də yaşayır. Lakin bu o demək deyil ki, biz hər şeydən ayrıyıq. Baxın, görürsünüz, dünyada tez-tez hər şey dəyişir. Müharibələr olur, pandemiyalar olur,
güvənlik anlayışımız təhlükəyə düşür. Nə bilim, başımıza min cürə hadisə gəlir. Bunların hamısı insanın əslində e, özünü bütövdən ayrı görmək illüziyasından başqa bir şey deyil. Çünki insan elə bilir ki, yaşadığı özünə bir sərhəd çəkir. Hər kəsin bir dünyası var. Kimisi müəyyən bir qəsəbənin daxilində yaşayır. Onun üçün uğur anlayışı sadəcə olaraq işə getmək, evə gəlmək, sağlam yaşamaq, sağlam qidalanmaq, yaşamaq, yaratmaq, çoxalmaq və bundan ibarətdir. Kimisi üçün isə bu miqyas biraz daha genişdir. O bir neçə şəhər içində daha böyük uğurlara imza atmaq istəyir. Kimisi ölkə üzrə düşünür, kimisi Avropa üzrə, kimisi qitələr arası düşünür. Kimisi həyatı boyunca ancaq müəyyən qədər pul yığmaq və pul qazanmaq barəsində düşünür, kimisi isə elmi nailiyyətlərə imza atmaq barəsində düşünür. Hər kəsin həyatdakı məqsədləri, istəkləri, hədəfləri ayrıdır və fərqlidir. Kim özünə həyatda hansı sərhədləri çəkirsə, həmin sərhədlər daxilində bir ömür yaşayır. Və həmin o sərhədlər bəzən bizi xarici dünyadan izolyasiya edir. Yəni biz başqalarından uzaq durmağa çalışırıq. Öz doğrularımıza ancaq baxırıq. Kainatın başqa doğrularına baxmırıq. Başqa insanların gözündən məsələyə baxmırıq. Empatik qurmuruq. Qurmaq lazımdır. Einsteynin demək istədiyi şey o idi. Ki hamımız bütövün bir parçasız, heç də artistlik eləməyin. Nə varsa bir bütövün daxilində hərəkət edir. Bu Rob Williams, hörmətli ustadımız, deməli 2024-cü ildə Allah rəhmət eləsin, vəfat elədi. Rob Williams bizim istifadə etdiyimiz həmin bu Psyche metodunun yaradıcısı, özü də bir psixoterapevt və klinik psixoloq idi, eyni zamanda bir Huna şamanı idi. Rob Williams'ın bir sözü vardı. Deyirdi ki, hər bir problem xəstəliklər də daxil olmaqla ayrılıq illüziyasının bir qoludur. Şəxsiyyətin pozulmuş və məhdudlaşdırıcı filtrləri olmadıqda ancaq mükəmməllik təcrübə edilə bilər. Məsələn, insanlar öləndə onların haqqındakı həmişə baxın yaxşı şeylər ağla düşür. Bir adam öləndən sonra qiymətə minir. Yaxşı şeyləri başlanılır onun haqqında danışmağa bir çox hallarda. Sağlığında bəlkə o qədər qiymət verilməz. Niyə? Çünki psixolojik cəhətdən baxdıqda da artıq stres faktorları və maneələr ortadan qalxmışdır. Bu səbəbdən də yaxşı şeylər düşünülməyə başlayır. Və ən əsası burada deyilən fikir nədir? Biz yaşam boyunca müxtəlif inanclar qazanırıq və bu inanclar bizim yaşadığımız həyat təcrübələri nəticəsində zehnimizin çıxartdığı müəyyən nəticələrdir. Yəni mən sağlamam, mən özgüvənliyəm, mən özgüvənsizəm və s. Bunlar hamısı bizim inanclarımızdır. Biz çox vaxt elə bilirik ki, bizim yaşadığımız problemlər bizim yaşadığımız travmalardan, uşaqlıq travmalarından və bu kimi şeylərdən qaynaqlanır. Halbuki bu belə deyil. Bizim yaşadığımız problemin nəticəsi olaraq zehnimiz bir inanc formalaşdırır və həyatımızda həmin bu inanclar davamlı təkrarlanır. Məsələn, mən öz həyatımda indiyə kimi bir çox inancları dəyişdirmişəm və mənim bugünkü gündə burada olmağım hamısı inanclarımın davamlı surətdə dəyişməyindən asılı olan bir şeydir. Və bu yolda da mənim həyatıma ən böyük təsir göstərən şey Psyche metodu olmuşdur. Psyche-ni də mən 2021-ci ildə Marmarisdə öyrənmişdim. Və deyəsən Eralp Hoca da buradadır. Hocam salamlayıram sizi, xoş gəlmisiniz. Mənə həmin bu Psyche metodunu öyrədən dəyərli müəllimimdir, hocamdır. Onu salamlayıram və sözü ona vermək istəyirəm. Geri qalanını o danışsın, çünki o məndən daha yaxşı danışar. Sözü bana verme, ben ne anlattığını bilmiyorum. Hocam Ben bu toplantıdan dün akşam haberdar oldum arkadaşlar. Dolayısıyla anca ayarlayıp gelebildim. Trafikteydim. Az önce de konuştuk Mirşahin'le. Bana bırakma çünkü ben ne anlattığını bilmiyorum, öncesini bilmiyorum. Sen istiyorsan sunumunu bitir. siz nə zaman Sorular gəldiniz varsa, hocam? sorular varsa ben soruları cevaplamaya gayret edeyim. Olur mu? Olur, o zaman mən inanclardan biraz danışım. Hay hay. Buradan davam edeyim, ondan sonra ötürərəm sizə. Zehnin necə çalıştığı konusunu siz anlatırsınız. Tamam. Tamam ben dinliyorum bir taraftan. Kameramı kapatacağım, bir bardak su alacağım. Çünkü koştura koştura geldim, stüdyoya girdim. Sen devam et, geliyorum ben. Tamam. Tamam. İnançlardan o zaman biz danışırdıq. Dedik ki, insan həyatındakı
Her şeyi yaradan, yani bizim bu şuuraltı dediğimiz şey var ya, şuuraltımız hayatımızın 95%'dir vesaire. Bu Psyche hakkında əsas məlumatı mən mənbə olaraq görmüşdüm. Bruce Lipton'un İnancın Biyologiyası əsərində. Həmin bu İnancın Biyologiyası əsərində Bruce Lipton məşhur hüceyrə bioloqudur və elmi cəhətdən izah eləyir. Deyir ki, insanın həyatında şuuraltı inancları həyatına 99% təsir edir. Cəmi 1% təsir edən isə onun genetikasıdır. Yəni biz çox vaxt deyirik ki, bu uşağın genləri pisdir, ona görə bu nə bilim tənbəldir və yaxud genlərinə görə atasına oxşuyub, anasına oxşuyub, bilməm nəyə görəsə filan şeydə uğurludur, uğursuzdur, özgüvənlidir, özgüvənsizdir. Bruce Lipton deyir ki, yox, bu belə deyil. Və aparılan elmi tədqiqatlar da bunu göstərir ki, əslində bir insanın genlərinin müəyyən şeylərdə bəli, meyilli olması və çəkməsi mümkündür, var. Amma əsasən bir insanın kimliyini uğurlu ya da uğursuz, xoşbəxt ya da bədbəxt necə biri olacağını müəyyən edən şey onun genləri deyil, onun inanclarıdır. Çünki biz hər birimiz nəyə inanırıqsa o reallığı yaşayırıq. Necə biri olduğumuza inanırıqsa biz o insanıq, ona dönüşürük. O qədər müxtəlif inanclarımız ola bilər ki, indi birazdan növlərinə baxacağıq. Məsələn, həyat çətinliklərlə doludur və çətinliklərdən keçməliyəm ki, yaxşı bir şey qazanım. Bu bir inancdır. Və bunu deyən bir insan əmin olun ki, yaxşı şeylər həyatda əldə etməsi üçün həmişə çətin şeylərdən gedib yapışacaq. Məsələn, mən özüm əvvəl inanırdım ki, asan əldə olunan bir şeyin qiyməti olmaz. Dəyərsiz olar. Ona görə də harda çətin şeylər varsa, uzun-uzadı şeylər varsa gedib onlardan yapışardım. Niyə olmasın? Niyə rahatlıqla da dəyərli bir şey əldə olunmasın ki? Məsələn, bundan 100 il əvvəl, indi görürsüz həyat çox asanlaşıb. 100 il əvvəl insanlar belə Zoom üzərindən toplana bilməzdi, WhatsApp qolundan dünyanın başqa bir nöqtəsi ilə kontakta keçə bilməzdi, danışa bilməzdi. Düzdürmü? Amma indi həyatımız çox asanlaşıb. Əvvəllər bir məktub yazmaq, poçt göyərçininin ayağına bağlamaq, o göyərçini uçurtmaq ya da dağlar, dərələr aşıb at çaparaq gəlib bir məktubu başqa birisinə ötürmək çox böyük bir qiymət və dəyər göstəricisi idi. Amma indi biz sadəcə əlimizə telefonu alırıq və bir düyməni basırıq, toplantıya qatılırıq və s. Həyat asanlaşıb. Həyat asanlaşmağa doğru da gedir. Və bizim vəzifəmiz əslində həyatımızı asanlaşdırmaq olmalıdır. Bu inancların bəziləri ya bizim həyatımızı çətinləşdirirlər, ya da bizim həyatımızı asanlaşdırırlar. Deməli, qısaca zehin iki bölmədən ibarətdir. Şuurlu hissədən və şuuraltı hissədən. Şuurlu hissə həyatımızın cəmi 5%-ni idarə edir. Saniyədə 40 bit informasiya emal edir. Məqsədlər, arzular, istəklər, o ağıllı-ağıllı danışmalar var. Səhər yuxudan oyanacağam 7-də, ondan sonra işlərimi qaydasında görəcəm, idmanıma vaxtında gedəcəm, sağlam qidalanacağam və yaxud zərərli vərdişlərlə məşğulam. Bunlar hamısı pisdir, ziyandır, mənə ziyan verir. Və bunların hamısı bizim şuurlu zehnimizin qoyduğu düşüncələrdir. Şuurlu zehin bunu müəyyən edir. Şuuraltı zehin isə ondan 1 milyon dəfə daha sürətlə işləyir və həyatımızın 95%-ni idarə edir. Bu gördüyünüz göstəricilər də onu göstərir ki, 95% və 1 milyon dəfə daha sürətlə işlədiyinə görə şuuraltı zehnin dediyinin olması təbii bir haldır. Yəni şuurlu zehin əlbəttə ki, ondan bacara bilməyəcək, çünki qarşısında 1 milyon dəfə daha sürətli bir sistem var. Və həmin bizim bu inanclarımız da məhz elə həmin o şuuraltı zehində gizlənmiş bir şeydir. Bəs necə təsir edir bu inanclar bizim həyatımıza? Hocam izninizlə və artıq buranı sizə ötürmək istəyirəm. Zihin nasıl çalışır? Zihin karışık çalışır. Bunu artıq Ee, siz konuşun, siz danışın. peki. Şeyi aç istersen. Sunumu Slide'ı aç mu? istersen. Evet, evet. Slide'ın üstünden gidelim. Sizə mən şey versəm, siz kontrol edə biləcəksiniz, adminlik versəm. Yok, edemem. Sen tekrar ekranını paylaş. O slide'ı aç bana. Tamam, açdım. Heh. Şimdi az önce de Mir Şahin'in anlattığı gibi inanç dediğimiz mekanizmalar aslında bir tür otomatik pilot tarafından yönetiliyor.
Yani bizim zihnimizde bir bölüm var, isteyerek yönetebildiğimiz bir bölüm. Ama o bölüm maksimum hayattaki performanslarınızın %5'ine yansıyabiliyor. %95 arka tarafta bir kocaman otomatik pilotta gerçekleşiyor. Bu otomatik pilotta tamamen bildiğiniz bir hard diskidir. Yani geçmişte öğrenmiş olduğu ve geçmişteki deneyimlerinden çıkarmış olduğu şeyleri inanca çevirmiş ve bu inançları şimdi karşılaştırdıklarıyla tekrar tekrar kullanıyor. Bu nasıl gerçekleşiyor? Şöyle gerçekleşiyor. İşte beş duyuyla içeriye veriler alıyoruz biz. Nedir bunlar? Görüntüler, kokular, tatlar, sesler veya kinestetik dokunma hissiyatları. Bunları ne olduğunu algılayabilmek için öncelikle bir takım eskiden kaydetmiş olduğu datalarla bunları karşılaştırmaya başlıyor. Fakat bunu sizin algılayabildiğinizden 1 milyon katı daha hızlı yaptığı için bunu öyle seyredemiyorsunuz. Bu çok anlık bir halde gerçekleşiyor. Ve eskiden karşılaştığı 3 tane datayla bunları eşleştiğinde, yani match ettiğinde bunları otomatik olarak daha önceki öğrenmiş olduğu o datalara bağlı olan inancı çıkartıyor ve sizin gözünüze gözlük gibi takıyor. Bir tür bir gözlük var o an itibariyle gözünüzde. Sonra bu gözlükten hareketle siz bir duygu üretiyorsunuz. O duygudan hareketle de bir tepki üretiyorsunuz. Ve bu tepki de sizin performanslarınıza yansıyor ve tekrar bütün bu performansları dönüp tekrar algılıyoruz. Ve her algıladığımızda da dönüp dönüp bedenimize bu duyguların kimyasal bedellerini ödüyoruz aslında. Örnek. Diyelim ki çocukken işte annenizin kucağına çıkmak istediniz. O an elleri kirliydi. Bir müddet sonra sarılmak istediğiniz annenize bir dakika telefondayım dedi size. İşte birkaç kere daha böyle örnekler yaşadınız ve siz bir çocuk olarak hükmettiniz ki ben sevilmem. Ve karşınızda da işte diyelim ki bir erkeksiniz benim gibi. Karşınızda da bir kadın ve sizin ilk kadın algısını öğrendiğiniz kişi. Üstelik koşulsuz sevginin ne olduğunu deneyimlemek üzere adım attığınız kişi tarafından böyle bir inanç yaratılmış olsun zihninizde. Bu arada bu örnek uzak bir örnek değil. Çok gördüğümüz örneklerden bir tanesi. Ama mantıkla baktığınızda annem beni seviyor mu? Tabii ki seviyor. İşte ihtiyaçlarımı gideriyor vesaire falan filan. Ama ben sevilmem, ben sevilesi bir şey değilim. Ve ben inandığım anda yıllar sonra tekrar biriyle karşılaştığımda ve özellikle o kişiden çok etkilendiğimde otomatik olarak ben sevilmem inancıyla bütün duygu ve performanslarımızı bir ilişki içerisinde belirleyebiliyoruz. Ve ne yapabilirim mesela bu performanslardan? Eğer ben sevilmem gibi beni engelleyen, beni kötü etkileyen veya beni korumaya çalışan bir inanç varsa A saldırabilirim. Yani çok kıskanç olabilirim, domine etmeye kalkabilirim, dövebilirim, çok ileri giderse öldürebilirim. B kaçmayı tercih edebilir benim zihnim. Uzak dururum, mesafeli dururum, duygularımı ifade etmem, kaçarım, aldatırım. C. Dona kalabilirim. Hiçbir şey hissedemem ve hiçbir şey ifade edemeyebilirim. Şimdi karşımdaki insan bunlardan hangisini görürse görsün ne yapacak? Yok olmuyor bu diyecek gidecek. Ben neyi deneyimlemiş olacağım? Gördün mü ben sevilmem. Kendi inancımı tekrar dönüp teyit edeceğim ve önümüzdeki bir dahaki örnekte bu hikaye daha da zor olacak. Bu mesela bir ilişki örneğiydi veya para diye şey yapalım. Deyin ki mesela ben bir çocuğum. Tekrar geri gel oraya sen. Gel. Ha. Diyelim ki ben bir çocuğum. Çocukken yolda cebimdeki parayı düşürdüm. Eve geldim ve gayri ihtiyari anneme bunu söylediğimde annem çok kızdı. Ben büyük bir fırça yedim. Sonra babama söyledi diyelim. Üstüne bir de babam
Sen salak mısın da nasıl da düşürürsün de vesaire. Bunlar çok yaşanan şeyler hepimizin hayatlarında bu arada. Dedi. Ve benim zihnim para tehlikelidir diye karar verdi. Yıllar sonra ben her para dediğimde para tehlikelidir gözlüğüyle seyredeceğim. Dolayısıyla ya kendimi korumaya çalışacağım bu tehlikelerden. Yani paradan uzak duracağım. Parayı kazandığım zaman kaybetmek için yollar arayacağım. Öyle enteresan şeyler olabiliyor ki benim yaptığım sunumlardan bir tanesinde bu yüz yüze bir sunumdu. Böyle online değildi. Bir hanımefendi parayla ilgili sorunu olan var mı dediğimde el kaldırdı. Dedim ki sorun nedir ben çok harcıyorum dedi. Hatta o kadar çok harcıyorum ki dedi bana. Sürekli alışveriş yapar vaziyetteyim. Ve fakat aynı şeyleri fark etmeden dönüp dönüp satın alıyorum. Yani o kadar dedi farkında değilim ne yaptığımı. Sonra diyor dedi, dolabı bir açıyorum ben. Aynı şeyden 3 tane sipariş vermişim almışım mesela dedi. Öyle bir. Ve dedi hiç kimse buna bir çözüm bulamadı. İşte bizim algımızda nedir bu? Müsrif falan. Sonra çalışırken, seans yaparken bu problemle alakalı çok ilginç şeyler anlatmaya başladı. Hanımefendinin algısında para dünyanın en riskli şeylerinden biri. Çünkü iş olarak yaptığı şey kendisinin aşağı yukarı 150 milyon dolarlık bir fon yönetiyor. Dünyanın muhtelif borsalarında. Dolayısıyla her an kaybedilmesi gereken ve onun hayatını bitirmiş olan şey para. Ve kadın bayağı paradan kurtulmaya çalışıyor bilinçaltında hiç farkında olmadan. Ya çok yanlış kararlar veriyor, saldırıyor. Ya bir şeyleri atlıyor, unutuyor, kaçıyor. Paradan kurtulmaya çalışıyor. Bir tane çalışma yaptık. O çalışmayı yaptıktan sonra hikaye değişti mesela. Dolayısıyla bu denklemi doğru anlamanız lazım. Buradaki problemin ne olduğunu görebilmek için öncelikle çıkıp kendinize bir yukarıdan ve de dışarıdan bakmanız lazım. Abi nedir benim hayatımda bir türlü istediğim gibi gitmeyen şey? Dönüp dönüp aynı şeyler nerelerde oluyor? İşte oralar genelde engelleyen inançların gösterdiği yerler. Çünkü performanslarınızdan en kolay yakalarsınız bunu. Veya bir takım dini öğretiler olabiliyor. Yani kulaktan kulağa atalardan gelen veya işte bir takım yorumcuların dini sizlere yorumlaması ve siz de eğer onları usta olarak biliyorsanız ve inanmaya açıksanız onların söylediklerine inanarak oluşturduğunuz mesela yanlış yaradan inançlarımız da var bizim. Yani hayattaki her şey, algılayabildiğiniz her şey aslına bakarsanız bir inanç arkadaşlar. Mir Şahin'in burada anlatmaya çalıştığı şey o. Ve inançlarınız sizin gerçekliğinizi böyle yaratıyorlar işte. Hiç fark etmeden olduğu gibi aynı şeyi dönüp 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 yaşıyorsunuz. Veya kendimi hiç güvende hissetmiyorum. Olabilir. Mesela çok yakın geçmişte çalıştığım danışanlarımdan bir tanesi böyle bir problem var. Öyle hissetmiyorum ama hayatımda bunun için bir sebep yok demişti bana. Her şey yolunda. Param da var, evim de var, işim de var, gayet de rahat ama hiçbir zaman kendimi güvende hissetmiyorum. Sürekli bir korku ve kaygı halindeyim dedi. Mantıken hiçbir sebebi yoktu bunu çalışmaya başladığımızda. Ondan sonra bir öğrendim ki 5 yaşındayken babası terk etmiş. Ve 5 yaşından beri babasını hiç görmemiş, sağ mı ölü mü bilmiyor. Şimdi güvenlik algılarını nereden öğreniyoruz biz? Adam bu arada 40 yaşında ha. Yani sanmayınız ki çocuk. Ama güvenliği öğrendiği yerde bir problem olduğu için bunu deneyimleyemiyor. Ve genelde erkeklere güvenmiyor mesela. Kadınlarla bir sorunu yok. Mesela karısına güveniyor, ortağına güvenmiyor. Niye erkek? Gibi. Yani eğer anlatabildiysem ne demek istediğimi, bunların kendini gerçekleştiren mekanizmalar yani işte o otomatik pilot nasıl çalışıyor arka tarafta sadece böyle bakarak görebilirsiniz. Ve bu hikaye gerçekten yani o gözlüğü değiştirmek, onu nasıl değiştireceğini bilmek kadar bir şey.
Gözünüzde de çok büyütmeyin. Sadece nasıl yapacağınızı bilmek durumundasınız. Ve tahmininizden çok daha hızlı gerçekleşiyor. Aynı bir bilgisayara bir şey yazar gibi. Çünkü orası bir bilgisayar bu arada. Düşünebilen bir yer değil bilinçaltı. İçindeki kayıtlar uyarıldığında gözlük diyen bir yer. Şimdi buradan baktığınızda hikaye enteresanlaşıyor tabii. Yani problemler kendini tekrar ediyor. Çünkü bu problemleri çözecek inanca biz öyle konuşarak, düşünerek, görselleyerek, olumlamalar yaparak, tekrar ederek falan çok kolay erişemiyoruz. Öyle kolay olmuyor işler. Bunun için çok enteresan bir takım yaklaşımlar var. Psyche de bu yaklaşımlardan bir tanesiydi benim için. Benim öğrenmediğim kalmadı zaten. Bütün bu yaklaşımların içerisinde bunu keşfettiğimden beri en acısız, hızlı ve rahat, konforlu yapabildiğimiz bu. Daha iyisini görmediğim için ben de bütün hayatımı bunun arkasına vakfettim. Kolay da bir yolculuk olmadı. Yani şu anda dünyada bizden 28 tane var. Bunun sebebi çok özel olduğumuz değil, çok zor bir yolculuk olduğu için. Durum bu. Başka ne anlatabilirim bilmiyorum. Eğer sorularınız varsa buyurunuz, sorunuz. Ya da Şahin Bey siz yönlendirin. Hocam bence şeyden danışdıq. Həyatımızın hansı sahələrinə təsir edə bilər? Mən də Ya burada her sahasına. hər Yani çok sahəsinə. basit onun izahı. Yani burada bir takım örnekler yapıyor da burada olmayan da bir sürü örneğe. Hı. Hayatta yaşadığınız her şey sizin gerçekliğiniz arkadaşlar. Herhangi bir konuyla alakalı olabilir. Yani o kadar enteresan örneklerle karşılaşabiliyoruz ki hayatın öyle enteresan yerlerindeki örneklerle karşılaşabiliyoruz ki hepsinin bu programlarla çalıştırılıyor olduğunu yüzlerce kere ben deneyimledim. Dolayısıyla bunlar sadece örnekler. İşte yas ve kayıp. Evet, birinin yasını atlatamıyor olabilirsiniz veya biri öldükten sonra hayatınızda bir takım şeyler değişmiş olabilir. Bir daha hayata güvenememiş olabilirsiniz. Bir daha başkasına bilmem ne yapalım. Yani yas ve kayıp öyle bir şey olabilir. Özgüven az önce bahsettiğim belki para probleminde para tehlikelidir değil de ben beceriksizime inanmış olabilir. Dolayısıyla bunları da kategorize etmek neredeyse mümkün değil. Sadece hayatınızda tekrar eden problem neyse onun farkına varıp oraya dalmak kadar iş. Size anlatabileceğim aslında en mantıklısı bu. Yoksa hani biraz daha rahat anlayın diye böyle slaytlar falan yapıyoruz. Bizler de anlatıyoruz bunları. Ama gerçekliğinizi algılarınız yaratıyor. Hayattaki her şeyi algılamanızla ilgili çalışabilmek mümkün. O kadar söyleyeyim size. Ve bedeniniz her stresli bir inancın sonucu olarak sürekli kimyasal bir takım bedeller ödüyor. Çünkü o stresin yıkıcı etkilerini tamir edebilmek için vücudunuz cebindeki kaynakları kullanıyor. Ve bir gün o kaynaklar bitiyor. Sonra diyorlar ki senin bilmem neyin var. Ondan sonra bu algıladığınız stres iki katına çıkıyor. Bir de bilmem neyiniz oldu şimdi. Dolayısıyla tüketim de iki katına çıkıyor. İşte böyle çöküp gidiyoruz biz. Ya benim MS hastalarıyla falan yaptığım bir takım klinik vaka çalışmaları var. YouTube'da da videoları var. 12 kişiyle çok enteresan bir çalışma yaptık klinikte İstanbul'da. Neredeyse hepsi ilk kendilerini tanımladıkları günden itibaren hayatı sürekli tehlikeli ve stresli bir şey olarak deneyimlemişler. Yani sürekli tüketim, zihnin beden üzerindeki tüketimleri normal bir insandan fazla. Sonra bir gün bağışıklık sistemleri malzeme kalmadığı için tamir edememeye başlamış. O gün de demişler ki ha sen MS'sin, sen kansersin, sen bilmem nesin falan filan. Dolayısıyla da algısal stresi de çok yabana atmayın. Yani algılarınızın bedeninize bedelleri de çok fazla. Bunu da oradan incelemek lazım biraz.
Var mıdır sorusu olan? Hocam ben soru sorabilir miyim lütfen? Tabii ki sorabilirsiniz. Evet, ismim Pınar, 26 Memnun yaşındayım. oldum Pınar Hanım. Ve yıllardır ben sabah, akşam ve gün içinde birkaç kez meditasyon yapıp kendimle zaman geçiren bir kadınım. Ne Ve güzel. her gün mutlaka zihin çalışmalarına kendime zaman ayırırım. Mutlaka bunu Aha. yaparım. Birçok metodu denedim, milyonlarca şey izledim. Çok 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 şey yaptım. Şimdi benim hayatımda olan sorunlardan biri Emir Şahin Bey az önce söyledi ki mesela para konusunda hep bana gelecek parada bir gecikme var. Hı. Sağlık falan hepsini anladım. Mesela benim bedenimde herhangi bir bölgede ağrı hissettiğim zaman ben hemen doktor aramam. Ben telaşlanmam. Ben sadece oturup oraya sorarım. Neler oluyor? Ne yapıyorum, ne yapmıyorum diye. Ne güzel. Para konusu şu an benim zorluk çektiğim Para konusu. çalıştığım para konusu Okay. ve hep gecikme var. Mesela emin olduğum, bana gelecek bir şeyden eminim. Bir gün önce özüme kendime sordum. Hı. İşte okey ben kendimi nerede geciktiriyorum diye. Neden bana para geciksin? Ben kendimi nerede erteliyorum diye böyle sorular sormaya başladım ve bunun işim olduğunu fark ettim. Gerçekten misyonum ve vizyonum içimden gelen bir iş var. Onu yapmak için doğmuş bulaşık makinesi içime böyle şey sokmuştum. Elbise sokmuş gibiydim. Hı. Mesela şu an onlardan tamamen arındım ve hepsini bıraktım. Ne güzel. Kendime söyledim ki hiçbirisini yapmayacağım. Hala bu para sorunu devam ediyor. Okay. Demek O ki bu arınmaları sorunun yaptıktan sonra bile. demek ki bu sorunun kaynağı aslında zannettiğiniz gibi öyle değil. Şimdi Evet. bu yüzden mesela Psyche'de bir takım sorular sorarız biz. O sorulara aldığımız cevaplara istinaden bu gerçekten öyle mi yoksa başka bir şey mi var?'ı anlayabilmek için konunun derinine dalarız. Ve bizim burada genelde oradaki gerçeğin ne olduğunu keşfedebilmek için kullandığımız şey ileri seviye bir kinezyolojidir. Yani kas testidir. Kaslar konuşurlar bizimle. Bu değil. Çünkü Evet. bu yorumlar işte gördüğünüz gibi. Evet, sadece zihinsel konuşmalar ve hiçbir hissin ifadesi yok. Aynen öyle. Ee, Halbuki mesela atıyorum mutfakta bulmanız gereken bir şeyi şu anda tamamen o zihin seviyesi yüzünden banyoda arıyor olabilirsiniz. e, Yorumluyorsunuz çünkü. bir diğer taraftan da kendime tamamen rahat bir şekilde ifade ettiğim anda ben paradan korkuyorum. Okay. Var, bu var. Peki Bu bir soru inancı da sorabilir miyim değiştirmeye ben? çalıştım. Bir soru Nasıl? sorabilir miyim size? Tabii ki. Ama soruyu soracağım. Tamam. Soruyu sorduğumda mantıklı ya da mantıksız, Tabii. anlamlı ya da anlamsız, Anladım sizi ben. ilk içinize doğan cevabı vermenizi isteyeceğim. Tamam tamam. Bu tekniği daha önce denedim. Tamam. Şimdi gözünüzü bir kapatın. Hı hı. Derin bir nefes alın, bir de bir rahatlayın bakalım. Şöyle bir boşaltın zihninizi. Şimdi soru geliyor. İlk cevabı yakalayın olur mu? Anlamsız da olsa. Okey. Size para zamanında gelirse ne kaybedeceksiniz? Her şey. Açın gözünüzü. Niye gelsin size para zamanında? Çünkü her şeyimi kaybederim. Her şeyden kastınız ne? Hiçbir şey olmak. Hiçbir şey olmak. Yani size para zamanında gelirse siz olduğunuzu kaybedeceksiniz. Öyle mi? Bilmem öyledir belki de. Şu an yani Her aklımdan şeyi dediniz. Para evet. size zamanında gelirse neyi kaybedeceksiniz diye sordum. Dediniz ki her şeyi. Hem de hiçbir şey. Evet. Şimdi bunlar bizim sekonder faydalar dediğimiz ikincil faydalar. Okey. Dolayısıyla bunlar çalışılması gerekir. Bunlar öyle düşünerek bulunamaz. Arka tarafta sizi para gelmediği müddetçe olduğunuz gibi tutan ve bunu güvenli olarak algılayan bir mekanizma var demek bu. Anlatabildim mi ne demek istediğimi? Mesela bunlarla çalıştığımda ve bunun background hissesini açtığımda da
Hiçbir şekilde kontrol etmem ve bu ne anlama gelir diye aklıma ilk gelenleri yazarım. Yazar Tamam. yazar ve orada çok çılgın bir şeyler var, siz beni anlarsınız. Yani onları da açıp dökerim. Bundan başka Şimdi inançlar, bunları buluyor olmakla bunları değiştiriyor olmak başka şeyler ama. evet, Bunları değiştirmeye bulmanız yetmez. çalışıyorum. Bunları Evet. bulmanız yetmez. İçeriye Aa, bunların çözümlerinin programlanması lazım. okey. Tamam. Hatta bunları bulup bir de çözemiyorsanız bu sefer iki kere zor iş. Çok düşünüyorum gün içinde Aha. bunları. İki kere zor iş. Dolayısıyla bunu nasıl çözümleyeceğinizi ya öğrenmeniz lazım ya da mesela işte Mir Şahin gibi falan bunu öğrenmiş arkadaşlarla oturup bir seans yapabilirsiniz. Çok hızla değiştirebilir bu bütün bu süreci. Ee, Mesela onları nötrleyeceğim çalışmalar da yapıyorum. Buna ne dersiniz peki? Nötrleme çalışmalarına. Yani şimdi kimin ne yaptığına dair bir fikrim yok. Ortalıkta 88 bin tane değişik yol var. Herkes bir şey anlatıyor. Evet. Nötrlemekten ne kastettiğinizi ben bilmiyorum. Evet, şimdi Dolayısıyla bunlar nasıl nötrlenebiliyorlar onu da bilmiyorum. okey, tamam, çünkü herkesin bir farklı öğretisi var Aynen öyle. Şimdi ve bunlar onun için öyle eğer o öğretiler işe yarıyor olsaydı şu anda zaten konuşmuyorduk biz bunları sizle. ve soruyor olmazdım yani, tabii ki. Evet. Aynen öyle. Demek ki başka bir şey Evet. bulunması gerekiyor. Şimdi bu benim de aynı sorularla vardığım yerdir Sayke. Yani dünyanın her bir yerinde harcamadığım para kalmadı benim. Yani Benim de hocam. yani öyle böyle değil. Fakat hiçbir zaman şey olamadım. Ha tamam budur diyemedim. Ta ki Sayke'ye kadar. Burada çözümü deneyimlemeye başladığımda dedim ki tamam abi yol bu. Dolayısıyla yani bunu bir Sayke promosyon toplantısı olarak anlamayın. Yani derdim bir şey satmak değil. Bizi zaten alıyorlar. Dolayısıyla da demeye çalıştığım şey eğer tatmin değilseniz ki görünen o. Her şeyden tatminim. Bir tek eksik para. Tamam demek ki para konusunda tatmin değilsiniz. Evet. Ve Kimse o da o derinliğe inememiş demek ki. mesela gün boyu çok böyle tatmin, dolu dolu, bütün boşluğum dolmuş bir şekilde büyük coşkuyla yaşıyorum. Fakat aklıma para gelince hemen Bakın orada yapılması gereken bir çalışma var demektir bu. Hikaye o kadar yani. evet. Bu öyle düşünerek ya da nötrlemekten ne kastediyorsanız nötrleyerek veya olumlayarak veya görselleyerek veya kendinize mektuplar yazarak falan olmuyor olabilir. Evet. Daha derin bir çalışma lazım. Yani Onları ameliyat uzun lazım zamandır oraya. bıraktım hocam zaten. Ameliyat lazım oraya. O ameliyata dalacaksınız demektir. Evet. Umarım izah edebilmişimdir. Tabii anladım sizi. Tamam. Teşekkür Teşekkür ederim. ederim. Rica ederim. Var mıdır başka sorusu olan? Merhaba hocam. Merhabalar. Soru Kiminle değil de kiminle hatırladınız mı konuşuyorum beni? ben? Dur çünkü çok küçük bir ekranda görüyorum ben sizi. Bir dakika. Tabii ki hatırladım. Buyurun. Nasılsınız? İyi Teşekkür ederim. Siz akşamlar bu arada. nasılsınız? Hay. Ay. Bir soru değil de bir şey paylaşmak istedim. Hay hay buyurun. Ramo Şatacı. Bir şey paylaşmak istedim. Tabii. Sanki de böyle bir şey de fark etmiştik biz Mişahin Bey'le çalışmamızda. Mesela ben düşünüyordum ki özgüven eksikliğim var. Kas çalışmalarıyla baktığımızda gördük ki yok. Ben Bunun özgüvenliymişim. Ben kendimi yanlış anlamışım, yanlış algılamışım. Sakin'in öyle güzel şeyleri var ki gerçekten. işte dediğim gibi yorumluyoruz Aynen. çünkü biz. Yanlış anlamışım ben kendimi. Ben kendimi özgüvensiz zannediyordum. Ama bazı şeyleri O sıralama değilmiş meğer. yapıyorduk. Denedikten sonra anladık ki yok. Bende o varmış. Eksik olan O değilmiş. değilmiş meğer. Evet. Bunu Çok sadece gördüğümüz bir konuşmak şeydir. istedim. Aynen. Genelde bizim seanslarımız bir şey diye başlar. Bambaşka bir yerde biter. Aynen. Ucu açık oluyor hep. Yani bambaşka bir Bilmiyorum. yerde biter hikaye. Çok Teşekkür teşekkür ederim paylaştığınız için. ederim. Varsa sorusu olan cevaplayayım. Yoksa aranızdan ayrılayım. Siz devam edin, kapatın. Olur mu? Bir sual olan mikrofonunu açıp ya da mesaj bölməsine yaza bilər.
Şimdilik yoktu galiba. Hocam önümüzdeki haftaya eğitim var Bakü'de. Evet, evet. Yani ben işte önümüzdeki hafta mı? Bugün ayın 16'sı, 10 Önümüzdeki gün hafta. sonra. Değil mi? 10 gün 10 gün sonra. sonra. 10 gün Evet, evet. sonra Bakü'de Sayki temel seviye bir təlim var. Artık Evet. sayılı günler kalıb. Belki orada da sohbet etme imkanı buluruz zaten. Eğer gelenler varsa. Burada katılımcılar var, eğitim Ne katılımcıları güzel. var Burada aramızda. benim eskilerden de var, öğrencilerden burada. Görüyorum. Var var. Peki. O İyi zaman akşamlar. iyi Soru akşamlar. Buyurunuz. üzürlü sayın. Ben Azeriyim. Azerice soracağım. Olar mı? Mirşahin Bey'i ben Soruşun, bu iş için soruşun. kullanıyorum. Buyurun. Soruşun. Deməli, mənim parayla qorxum nədir? Nəzərdir. Mən para qazanmaqda nəzərdən qorxuram. Qorxuram ki, mənim pulum çox olanda hamının gözü nəzəri orada olacaq və o pul mənə qismət həqiqətən də illərdir həmişə mənim məsəl üçün işim olsa da, pulumu özüm qazansam da, həqiqətən də öz pulum özümə qismət olmur. Mən öz pulumu, halal pulumu özüm doya-doya istifadə eləyə bilmirəm, yeyə bilmirəm. Həmişə başqalarına qismət olur. Və buna çox üzülürəmsə də, amma yenə də hər ay daim eyni şeylər təkrarlanır. Mən ona görə də nəzərdən qorxuram. Və ondan savay, dolayı olaraq artıq nəzərdən qorxuram ki, mənim pulumun olduğunu kimsə biləndə yenə nəzər dəyəcək, yenə pulumun hamısı gedəcək başqalarına, yenə mənə qismət olmayacaq. Elə də olur. Hər ay harası çıxır mənim pulumun yarısından çoxu. Özümə qismət olmur. Hocam bence Bunu anladınız. Anladım, gayet anladım canım. Zaten cevabını kendi de veriyor. mən eləməliyəm. Bayağı yani kendi cevabını kendi veriyor. Para eşittir nazar. Dolayısıyla olmaması lazım. Bu kadar. Elə olduğu üçün Evet. artıq düşünürəm, elə də fikirləşirəm ki, elə yəqin ki, nəzər dəyir ki də mənə qismət olmur. Tamam, işte buna inandığınız müddetçe de paradan uzak duracak sizin sisteminiz. Onu özümə artıq indi son zamanlar anlayıram ki, hə, mən bundan qorxduğum üçün olur. Mən artıq onu özümə, necə deyim, özümə deyirəm ki, mən artıq heç nədən qorxmuram, nəzər yoxdur. İşte bu Bunu demekle olmuyor. deyirəm. Amma Bu yenə də demekle olsa bəs neyim, hepimiz şimdi bambaşka şeyler konuşuyorduk. bəs neyim o zaman? Yani diyerek yapabileceğiniz bir şey değil bu. Bu bayağı iki beyin hemisferini birbirleriyle maksimumda konuşturmaya başladığınız bir ortam yaratarak içeriye kayıt verebildiğiniz bir metot. Yani çok hızlı ve çok etkili bir metot. Fakat bunu nasıl yapacağınızı ya öğrenmek durumundasınız ya da bilen biriyle bunu yapmak durumundasınız. Bu Hocam öyle ben bir şey konuşarak olmaz. ben bir şey demek istedim burada. Bizim Olsaydı şimdi bunu sormuyordunuz zaten. Evet, anladım. İstəmək və anlamaq dəyişmək üçün yetərli deyil. Değil. Həqiqətən də bizim indiyə qədər baxdığımız çox motivasyon konuşmaları, oxuduğumuz çox kitablar, o nə qədər şeylər oxumuşuq, amma həqiqətən də insan probleminin nədə olduğunu anladıktan sonra onu dəyişməsi üçün sanki elə bir kompüterdə sizə xidmət etməyən bir proqramı tapmısınız. Tamam, onu götürüb onun yerinə sizə xidmət edəcək proqram yazmağınız lazımdır. Bu nöqteyi nəzərdən bu bizim dediyimiz Psyche dünyada həqiqətən də mənim şəxsən öz təcrübəmdən deyirəm, əvəz olunmaz bir metoddur mənim üçün. Eralp Hoca dünyada bunu öyrədən 27 nəfərdən biridir. Və biz 2 ildə bir bu təlimləri Bakıda təşkil edirik. Ən son 2 sənə öncə olmuşdu hocam. Ya 1,5 sənə öncə. İndi də bu il yenə önümüzdəki həftə 26, 27, 28 mart tarixlərində Bakıda təməl səviyyə bir təlim olacaq. Üzbəüz təlimdir, Zəhra Klinikasına keçiriləcək. Yəni istəyənlər bu təlimə qatılaraq bunu öyrənə bilərlər. Öyrəndikdən sonra ömür boyu həm özünüzlə, həm də başqaları ilə siz bunu işlədə Çünkü biləcəksiniz. bir konu bitince başka bir konu başlıyor arkadaşlar. Bəli. Yani sanmayınız ki Dəyişim bitmir. parayı çözünce bitti. Yani parayı çözdüğün zaman bu sefer ben demek ki parayı çözebiliyormuşum. Şimdi bir de bilmem neyi çözeyim demeye başlıyor insanın kafası. Biz zaten sürekli daha iyisini istiyoruz insanlar olarak. İstemek durumundayız da başka türlü gelişemeyiz. Sağlamlıq konusunda da özəlliklə mən çox görmüşəm İyi. etkilərini. Məsələn, psixosomatik xəstəliklər deyirlər də, insanın zehni bəzən
bədənin dili ilə ona danışır. Müəyyən xəstəliklər ortaya çıxır stres səbəbilə və ya bir pasiyent, bir danışanımız var idi. Bütün həkimləri, bütün ölkələri gəzmişdi. Yenə də bu insan günəşə çıxan kimi bədənində qəribə bir allergik reaksiyalar olurdu. Sonra biraz çalışma elədiyimiz zaman bir şey ortaya çıxdı ki, ə, bu şəxsin zehnində günəş anası ilə əlaqəli bir bağ yaradıb. Yəni günəş eşitdir ana. Anası ilə də arası inanılmaz dərəcədə pisdir. Anası ilə uzaqdan uzağa bir ünsiyyət qurmaq istəyir. Bu səbəbdən də anasını gözü görəsi olmadığı üçün hər dəfə günəşə çıxanda günəş də eşitdir ana olduğu üçün bədəni bir tepki verirdi. Və onu tapıb onu tək bir seansda biz onu işlədikdən sonra o insanda bir daha elə bir problem olmadı. Özü də şoka düşmüşdü. Ya bu çok var bu örnekler. Hangi birini anlatalım ben de Çok bilmiyorum. çok hadsiz çok. Tek anlatmaya çalıştığım şey arkadaşlar kendinizi ertelemeyin. Evet kendinize bir yatırım yapacaksanız bu arabayı nasıl kullanmayı öğrenmeye yapın o yatırımı. Çünkü bu her şeyi bu başlatıyor bu bitiriyor. Direksiyona geçmeyi öğrenmeniz lazım. Ehliyet almanız gerekiyor. Bir Nasıl soru bir araba kullanabilmek için ehliyete ihtiyacınız var? Bunu da kullanmak için bilgiye ihtiyacınız var. O zaman bu arkadaş sakinlemeye başlıyor. Eckhart Tolle diyor ki ne zaman ki beyin siz istediğinizde kullanabildiğiniz bir organdır, o zaman faydalıdır. Eğer o sizi kullanıyorsa kolay gelsin. Çok ciddi düşünülmesi gereken bir şey bu. Çünkü çoğu zaman hatırlayın böyle boş kaldığımızda bana da oluyor. Şimdi daha az oluyor ama hala oluyor. Mesela bir şey düşünür buluyorum ben kendime. Beyin almış gidiyor. Hiç konumuzla alakası yok. Ve sürekli düşündüğü şeyler ya beni korumak için ya tehlike sinyali ya bir zorlanma hikayesi. Hep kendimi güvene alabilmek için otomatik olarak düşünen bir beyinle karşı karşıyayım. Bunu neden böyle yapıyor diye sorduğumda çünkü güvende olduğuna inanmıyor ya varıyor iş. Size de oluyordur eminim. Böyle durup dururken kendinizi bir şey düşünür bulduğunuz oluyor mu? sanki annemiz gibi. Aynen öyle. Dolayısıyla eğer beyin sizin kontrolünüzde çalışmıyorsa pek hayra çalışmıyor. Öyle diyeyim. Ben bazen ona şey söylerim. Yanıma geçer misin lütfen? Az Tabii konuş tabii diye. ben mesela şey diyorum bazen. Bayağı insanlar deli zannediyorlar beni. Ya şimdi ne alakası var? Niye bunu böyle düşünüyorsun falan diye soruyorum ben kendi kendime. Ben de yani. Hep sorarım. Ne alakası var konumuzla? Niye bunu düşünüyorum? Bene daldığımda Allah'tan ne yapacağımı biliyorum ve o konunun dibini halledip çıkıyorum oradan. Ha, sonra başka bir konuda yapmıyor mu? Yapıyor. Yani sanmayın ki biz de bunları öğrendik diye öyle hani Derdüstü Mural bizim de hala bir hayatımız var. İşte Mirşahin de hala para da kazanıyor, sevgili ilişkileri de oluyor, işle ilgili problemleri oluyor, sağlıkla ilgili problemleri oluyor. Hepimizin hayatında ölenler var, kalanlar var, doğanlar var, ayrılıklar var. Hepimizin hayatında bir sürü şey oluyor. Ha ne fark etti? Şu fark etti. Ben artık problem alanında eskiden kaldığım kadar değil bu kadar kalıyorum. Genelde çözüm alanı daha uzun sürüyor bende artık. Bu da hayatımın konforunu çok değiştirdi tabii. Bu da bambaşka bir konfor sağladı. Ee, Mesela ben şimdi Mir Şahin Bey'den bir seans aldım. Hı hı. Ve bu hakta düşünüyorum da. Mir Şahin Bey'le bir seansta bunu halledebilir miyim para konusunu? Bilmiyorum. Ya inanın böyle bir garanti verebilmek mümkün değil. Çünkü içeridekinin ne olduğunu siz bile bilmiyorsunuz görüldüğü üzere. Sizden yaşlı təlim alın. Seans almayın. Yani hayır canım seansla da halledebilir bu hikayeyi. Ve fakat o bir seans mıdır? İki seans mıdır? Bilemem. Hiç. Böyle bir garanti de verebilmek mümkün değil. Çünkü arka taraftaki mekanizmanın ne olduğunu siz bile bilmiyorsunuz. Biz nereden bilelim? Evet, çünkü mesela şu sorumu da şu anda yakaladım yani. Hiç zannetmem. Sanki Tabii. kolaylıkla hiç olmayacakmış gibi. Aynen öyle çünkü
Eğer bu çözülürse az önce söylediğiniz her şeyi kaybetme riskiniz var. Evet. Hiç zannetmem diyenin bile artık farkındayım yani. Abi biliyorum ama bu kadar farkındaysanız bunu çözüme taşımak durumundasınız. Farkındalık yetmez. Evet. Çözemediğiniz farkındalık yükten ibaret. Dolayısıyla bu bir seansta mı olur, iki seansta mı olur? Genelde iki seansta bir konu biter bizde. %99, onda 9. Hadi birincisinde çalıştık. Baktık olmuyor. İkincisinde çok ender de olsa bazen ihtiyaç olabiliyor bu ikinci faydalar için. Orada da çözülüyor. Dolayısıyla imkanınız eğer el veriyorsa alın seans. İmkanınız el veriyorsa gelin kendiniz öğrenin, kendiniz verin kendinize seans. Şimdi bir tanesinde şoför kullanıyorsunuz arabayla gidebilmek için, öbüründe arabayı kullanmayı öğreniyorsunuz çünkü. Dolayısıyla da bakın hangisi size daha iyi geliyor, hangisi daha çekici geliyor, hangisine imkanlarınız yetiyor. Ama şunu söyleyebilirim, ben bugüne kadar kendisine böyle bir yatırım yapıp da pişman olmuş kimseyle karşılaşmadım. Herhalde 2000'in üzerinde öğrencim var dünyanın muhtelif ülkelerinde. Çünkü birçok şey anlam kazanıyor. Al işte bak burada da var. Konuşurlar, anlatırlar size ne işlerine yaradığını. Al Mirşah'ı anlatıp duruyor zaten. Benim de kendime ait bin bir tane hikayem var. Dolayısıyla da imkanlarınıza bakın. İçiniz ne diyor onu dinleyin. Önemli olan o. İçiniz ne diyorsa onu yapın. Bu değil ama bu. Evet. Bu değil. Bu. Bu söyleyecek. Son günlerde bunun farkında olduğum için buradayım. Aynen öyle. Onların ikisinin sesini ayırmayı bilmeniz lazım. Yönetebilmek için. Tamam mı? Tabii. Umarım izah edebilmişimdir arkadaşlar. Varsa sorusu olan ben cevaplayayım. Yoksa aranızdan ayrılmak durumundayım. Çünkü yarım saat sonra hatta Herkes, 20 dakika sonra bir başka toplantıya girmem lazım Amerika ile. herkese selamlar. Çok Ee, teşekkür ediyorum bu fırsat için bu arada Mir Şahin. Sağ ol. Ben benim teşekkür sual, ederim hocam geldiğiniz için. benim Arkadaşlar. sualım İyi var. bak. Benim sualım Ha var. buyurun, buyurun. Herkese selamlar. Bende sual belədir ki, Kim konuşuyor? Ben onu da bir öğrenebilirsem ben göremiyorum çünkü. ben Rusiyadan qatılıram. Buyurun. Prosta adım yoxdur, orada bağışlayın. Ha buyurun. Hı hı. Məndə pul söhbəti olduğuna görə sual vermək istəyirəm. Məndə biraz bu pulla bağlı sıxıntı var ki, e, qiyməti deyə bilmirəm. Məsəl üçün böyük summa mən işimi işləyirəm və onu deyəndə çətinlik çəkirəm. Hı. Evet, diyor ki ben çalıştığım alanda kendi işimin fiyatını söylemekte zorluk çekiyorum. Yüksek fiyatlar ve Ya onları bu söylemekte bu bu zorluk. para konusunda bir toplantı mı yapsak ya? Vallahi hocam Ben- paradan çok bol oldu bugün. Bugün hikaye paradan açıldı anladığım kadarıyla. Elə Ee, elə bilirəm, çox desəm haqsızlıq eləyərəm və o məndən çıxar. O pulu Ha, mən desəm kiməsə qarşı o haqsızlıq eləyə bilərəm və o pul məndən sonra çıxar. Belə düşünürəm. Çox çətinlik çəkirəm bu mövzuda. Hələ də ki bir həftədir məndən cavab gözləyirlər ki, nə oldu o qiyməti dedi. Deyə də bilmirəm. fiyatı söylersem haksızlık yaparım ve benden çıkar o para. okey. Bak ne güzel. Hepiniz derdinizi şu anda kusuyorsunuz. Herkes Hepiniz, problemini kendisi söylüyor herkes biliyor musun? problemini söylüyor zaten. Görüldüğü Yo, üzere. bu rahatlıq verərsə mənə, bunun dalınca qala bilərəm də. Məsəl üçün mənə böyük summa deməyim, çünki o məndə rahatlıq verməyəcək. Amma orta summa desəm, o məni bəlkə də rahatlaşdırar. Ha, Onda qalım mı? büyük yüksek fiyat verirsem kötü hissederim ama orta fiyat verirsem bu beni rahat hissettirir. Okey. Demek ki iki tarafta da problem var. Aha, tamam. Yəqin ki, Sizin müsəlman olduğuma görə bəlkə də. sizin ne kadar parayı hak ettiğinizle alakalı bir takım Bakın problemler hocam dini inanç da girdi. Aa, Müslüman olduğum da aha, aha. Deyirəm, o rusdur. Eybi yox, o bilmir. Amma mən müsəlmanam axı. Başqaları o qiyməti deyir, qəşəng deyir. Hələ bəlkə də məndən üstün deyirlər. Amma mən düşünürəm, mən müsəlmanam. Yox, mən bunu eləyə bilmərəm, belə düşünürəm. Valla bunlar çok güzel konular, çok güzel çalışılabilecek konular. Çünkü bunları bir yere Evet, kadar anlatabiliriz. Arka tarafta tamam. ne olduğunu anlamak lazım. Tamam, Nurşahin benim
kursuna yazılmaq lazımdır. Başa düşdük. Saldırın Mirşahin'e. Tamam, Hocam bana tamam. değil, size. Haftaya siz Bakıdasınız onsuz, size Yox, gelsin. Vallahi mən gələ bilmirəm də, online olacaq. yani eğer imkanınız varsa buyurun tabii ki. 3 günlük bir eğitim bu çünkü. Hani hem seyahat hem para hem zaman bir sürü şeyin bir araya gelmesi gerekiyor. Ama bütün şartlar Mirşahin'de ilgilenenler konuşsunlar onunla. O organize ediyor zaten. Ben bayağı şarkıcı gibi geliyorum, öğretiyorum, dönüyorum. Hocam Ee, ben burada şimdi bakıram yeni katılımcılar var. Bu katılımcıların birçoğu bizim beraber seans yaptığımız arkadaşlardı. Ben imkan oldukça istəyərdim ki, onlar da kısaca kendi hayatlarında necə güzel şeyler elde ediblər seansdan sonra, neler değişip hayatlarında ondan bahsetsinler. Çünkü e, çok enteresan bir şeydi ki onlar bana teşekkür edirlər. Ben de bunu sizden öğrenmişim. Ama ben diyorum ki herkes kendisine teşekkür etsin. Çünkü bu tabii değişikliği canım, bütün yapan işi biz siz kendimizdik. yapıyorsunuz. Ama vesile olmak söhbətinə gələndə də ki, mənə bu şeyi öyrədən sizsiniz. Ona Canım, görə ya biz, istəyərdim ki, biz, siz biz də bir dinləyəsiniz. Jüale xanım, salam, səsinizi aça bilirsinizmi? Salam, axşamınız xeyir, bəli. Axşamınız xeyir. Biraz mən sizə söz vermək istəyərdim. Siz biraz danışa bilərsiniz. Sayki sizin həyatınızda nələr qatdı, nələr dəyişdi? Hər kəsi salamlayıram. merhabalar. Sayki ilə tanışlığım təbii ki, Mirşahin bəy təsadüfən izləyib və yəni ki, ekrana kilitləndiyim o anda baş verdi və nə yaxşı ki, mən dinlədim. Yəni ki, həmin andan etibarən içimdə bir inanc oldu ki, bu məndə fərqli bir şeylər yarada bilər. Və bu günə qədər də səhv eləmirəmsə 1 ilə yaxındır ki, Saykidən fərqli mövzular üçün istifadə etmişik. Düzdür, mən bunu öyrənmək heç istəmirəm, çünki düşünürəm ki, Mirşahin bəy var və biz ondan yararlana bilərik. Amma o israrla deyir ki, yox, mütləq siz bunu özünüz eləməlisiniz, özünüz öyrənməlisiniz. Nədənsə içimdə bir his yaranır o anda, istək. Sonradan yenə də, yəni bu istək yoxa çıxır. Düşünürəm ki, yox, burada bizim bir hocamız var zaten. Yəni ki, biz ondan yararlana biliriksə, mənə elə gəlir ki, ən üst səviyyə, yəni ki, onun bizə öyrətdiyi, onun bizə təlqin elədiyidir. Bəlkə də özüm öyrənsəm, o qədər də verimli ola bilmərəm. Bu cür düşünmüşəm. Amma Şimdi şöyle Sayki ilə eğitimi alınca zaten Mirşahin'e gitmeyeceksiniz diye bir dünya yok. Eğitimi elədir, alın. amma yenə də bir haqsızlıq kimi düşünürəm ki, yəni ki, Dostlarım, yenə də Haksızlık yenə də derken yenə də haqsızlıq düşünürəm. Yəni ki, insan bəzən vaxt bəzi şeylərdə özünə güvənir, bəzi şeylərdə düşünür ki, bunun ustadı var, bunun biləni var və mən ondan yararlanmağı nədənsə bəlkə də bir cahillik kimi düşünə bilərsiniz ki, estağfurullah, yəni değil. insan nədən özü öyrənməsin? Değil. Bəlkə də Yani qismət olacaq, mən görüşəcəm sizlə, bu proqramı hay öyrənəcəm, hay, amma her zaman bekleriz. bu Sayki mənə çox şey qatıb. Ne Bir güzel. kərə çox inanclı biriyəm. İnanclar bir yana qalsın. Sayki mənə həyatda başqa qapılar açıb durduq yerə. Məsələn, mən bir şey istəmirəm, amma yaşayıramsa onu, Allah bir tərəfdən onu mənim önümdən çəkir və mən öz yolumu tapıram, tuturam. Yəni ki, nə də haqsızlığa uğrayıramsa, nə də arxadan, yəni ki, bir işlər çevrilirsə, bunlar elə bir ki, bir ilahi bir qüvvə onları mənim önümə sərir və açır. Bu da məndə Saykidən sonra baş verdi. Ne güzel. Ümumiyyətlə, içimdə bir rahatlıq var. Saykiyə istənilən bir işdə, yəni qoşulmuşam, hər hansı bir mövzuda qoşulmuşam, o məni bir deyil, bir çox alanda, yəni razı salıb. Deyək ki, mən hər hansı bir problemlə əlaqəli qoşulmuşam, mənim 2-3 problemimi birdən çözməyə yardımcı olub və hətta mən öz uşağıma belə, evdə körpə uşağa belə Sayki proqramında, yəni bir neçə seans almağı məsləhət bilib, həm də yararlanmışam. Ne güzel. Bunun Ne üçün güzel. sizə təşəkkür edirəm ki, bizə belə bir dəyərli hocanı qazandırmısınız Azərbaycana. mən hoca deyiləm, hoca odur. Bilirəm. Öyrədən Yəni odur. ki, siz Şöyle, vəsilə olmusunuz.
Siz vəsilə olmusunuz bizim tanışdığımıza. Çok teşekkür ederim öncelikle paylaştığınız için bütün bu hikayeyi. Şunu anlamak belki de doğru olur hepimiz için. Aslında kudret hocalarda falan değil. Aslında hikaye sizde. Mirşahin siz ne dediyseniz o tarafa doğru götürdü gemiyi. Neden? Çünkü gemiyi kullanmayı biliyor. Ama asıl kaptan sizdiniz. Ne istediğinize siz karar verdiniz. Problemin ne olduğunu siz anlattınız. Sizin kolunuz cevap verdi yapılan bütün çalışmalarda. Sizin eliniz ayağınız belli şekillere sokulup oturtuldunuz. Çalışmayı siz yaptınız. Aslında bütün hikayenin kaptanı sizsiniz. Mirşahin ya da ben falan değil. Aynen. Siz sadece şoför kullanıyorsunuz. Ama patron sizsiniz. Bunu unutmayın. Anladım hocam. Patron sizsiniz. Siz söylediniz nereye gidileceğini, ne yapılacağını, nasıl yapılacağını. Mirşahin sadece onun nasıl yapılacağını biliyor. Ben de diyorum ki öğrenebilirsiniz. Ha Mirşahin'in tecrübelerine ihtiyaç duyduğunuzda Mirşahin'e kapı her zaman açık ama şöyle düşünebilirsiniz. Ben öyle düşünerek öğrenmiştim bunu. Ya ben Mirşahin'le her dakika bir arada olayım. Onun yapabildiği her şeye ihtiyaç duyduğum anda yapabileyim. Bu böyle çalışıyor. Bakın burada eğitim almış olan arkadaşlar var, anlatsınlar size hayatlarında ne olduğunu. Benim gitmem lazım. Yaklaşık 11 dakika sonra ikinci bir toplantıda olacağım ama arada hiç tuvalete bile giremediğim için eve gelip direkt buraya geldim. Bir kendime gelmem lazım izin verirseniz. Ee, Eğer çok böyle kritik önemli bir soru yoksa izninizi isteyeceğim ben. Olur mu? Kısmet olursa da önümüzdeki işte 10 gün Hafta. sonra 10 gün Bakü'de. sonra Bakıda. Evet, Bakü'de bir görüşürüz her halükarda. Belki bir sohbet ortamı organize eder Mir Şahin. Oturup sohbet de edebiliriz eğitimin olmadığı bir zaman falan filan. Tamam. Teşekkür ederiz. Ben Sağ çok olun. teşekkür ediyorum. Sağ olun. Hem dinlediğiniz hem sabrınız hem dikkatiniz için. İnşallah en kısa zamanda görüşebilmek ümidiyle. Olur mu? İnşallah hocam. Hadi görüşürüz. Hadi bay bay. Qaldık baş-başa. Sağ olsun hoca gəldi, bizdən zaman keçirdi. İndi nəsə sualı olan varsa mən də cevablaya bilərəm, davam edə bilərik. Benim Çox sualım var. təəssüf olsun ki, gec qatıldım. Nələr qaçırdığımı bilmək istəyərdim. Rekord olunub, paylaşılacaq, bir izləyərsiniz. Əla, çox sağ olun. Siz sağ olun. Buyurun Pınar xanım. Mirşahin Bey, mən artıq bu çalışmanı özüm-özümə etməyə başladım və sadəcə bədənimi tamamilə sərbəst buraxıram və burada düşüncələr gəlir, pulun gəlməyi mənim yaşamımı dəyişdirir, məsuliyyətsiz oluram, sağlıqsız oluram, ağılsız Hmm. oluram və belə başlayıb bədənim öz-özünə nə gəldi yazmağa. Aha. Lakin bu yazılan mesajların və sözlərin heç birisinin mənim hissimə təsiri yoxdur və mənim özümə təsir etmir. Hı -hı. Yəni ki, mən tamamilə izləyici olaraq bunu izləyirəm. Əgər ki, bu mənə təsir etmirsə və məndə belə bir hiss yaratmırsa, özümdə bir hiss yaratmırsa, bu deməkdir ki, bunun mənim yaşamıma da təsiri yoxdur, düzdürmü? Anladığım qədərilə sizdə bir fərqindəlik yarandı və siz probleminizin səbəblərini xırdalayıb yazmağa başlamısınız. Bunu mən daha öncə də etmişəm. Bunu mən illərdir edirəm. Mən tamamilə tam backgroundda dayanıb, hətta beynimin iki hissəsinin də hocamın dediyi kimi bir-biri ilə danışığını, oradakı inancları, hər birisinin o söhbətin necə davam etdiyini bir dərinliklə bilən bir xanımam. Yəni bu dərinliyə enmişəm və hal-hazırda danışılanın, yazılanın, hər birisinin sadəcə beynimin etdiyinin də fərqindəyəm, çünki mən beyin deyiləm. Hı -hı. Hə. İndi mən bunu tamamilə sərbəst şəkildə yazmışamsa və bunun heç birisi mənə heç bir təsir etmirsə, yəni mənə toxunmursa, məndə bir duyğu yaratmırsa, məndə bir hiss yaratmırsa, bu həll olunmuşmu deməkdir, yoxsa hələ də üstündə işləyəcəyim şeylər varmı? Hə, problemin hardan qaynaqlandığını tapmışam, yazmışam. İndi bu mənə heç bir hissiyat vermir. Həll olunubmu, yoxsa həll olunmuyubmu? Sual bu. Bəli, Okay. bəli. Problemi tapmaq və yazmaq əslində problemin həll olunması demək deyil. Çünki siz problemi təsbit etmisiniz. Bilirsiniz ki, artıq problem nədir? Məsələn, yazmışsınız ki, ora pul mənə gəlsə, mənim həyatım
yaxşıya doğru getməyəcək və s. Bu inancı tapmısınız, değil mi? Yəni pul gəlsə həyatım yaxşıya doğru getməyəcək kimi. Sualım bilirsiniz nədir əslində? Hə. Mən sizə deyirəm, hissizəm və hal-hazırda heç bir şey məndə yaratmır. Pulu yaşamımızdan uzaqlaşdıran şey duyğusallıq deyilmi? Pula qarşı bizim hiss etdiyimiz, ümumiyyətlə hər şeyə qarşı bizim hiss etdiyimiz duyğular və o duyğulara verdiğimiz reaksiyalardır. Ya bizi ona yaxınlaşdırır, ya da bizi ondan uzaqlaşdırır. Bəli. İş orasındadır ki, hal-hazırda mən buna qarşı heç bir şey hiss eləmirəm. Nə yaxşı, nə də ki pis. Neytral baxırsınız. Tamamilə Problemə neytral. neytral baxırsınız. Hə. Okay. Problemə neytral baxırsınızsa, ola bilər ki, o həll olmuş olsun, ola bilər ki, həll olmuş olmasın. Yenə də deyirəm, bunu ancaq yaşayıb görə bilərsiniz. Amma yəni Son problemi anlamaq bir çox hallarda mən bunu yaşamışam. Bir söhbət əsnasında problemin qaynağını anlamaq, mənbəyini tapmaq, o problemin arxasındakı inancı kəşf etmək, bunu kəşf etdikdən sonra ona qarşı bir hissiyatsızlıq və ya neytrallıqla müşayiət oluna bilər. Amma bu problemin bir çox hallarda həlli deyil. Sadəcə olaraq kəşfidir. İndi qalır həmin o inancın yerinə hansı inancı siz yazmaq istəyirsinizsə onu tapmalısınız. və bu inancı beynimə yerləşdirmək üçün fərqli bir texnika mı var? Var. Saytda. Bəli, Psyche-nin özündə zaten belə bir, yəni Psyche-də əvvəlcə bir problemi yaratan inanc tapılır. Daha sonra bunu hansı inancla əvəzləmək istəyirsinizsə, bir texnika var. Orada hansı ki fiziki hərəkətlərin də olduğu, sağ və sol beyin yarımkürəsinin eyni anda işlədiyi və həmin o yeni inancın daxilə inteqrasiya olunub, tamamlanıb, kilitləndiyi və son nöqtəsinin qoyulduğu bir prosedurdur. Bu belə Hə. gedir. Spirituallıqda biz buna kökləmək deyirik ən çox. Yəni Bilirsiniz, bu həyat nə spiritual bir yerdir, həyat nə statik bir yerdir. Həyat bunların ikisinin də birlikdə olduğu bir yerdir. Ona görə insan həm mənəvi, ruhsal bir varlıqdır, həm də fiziksel bir varlıqdır. Ona görə məsələyə həm fiziki cəhətdən, elmi cəhətdən, həm də mənəvi cəhətdən yanaşmaq lazımdır. Psyche-nin bir çox metodikalardan fərqi odur zaten. Ki, məsələyə həm o tərəfdən, həm bu tərəfdən, həm də bu ikisinin birlikdə olduğu üst şuur səviyyəsindən baxa bilir. Fərq odur. anladım. O zaman bizim bunu öyrənməyimiz və bu təlimlərə qatılmağımız, bunları öz üzərimizdə tətbiq etməyimiz nə Bəli, qədər müddət çəkər? Məsəl üçün 3 gün. 3 gün. Üç Artıq yəni 3 günün sonunda biz təmiz öz üzərimizdə işləyə Bəli. biləcəyik. 3 günlük bir təlimin sonunda 3 gün ərzində siz özünüzlə sərbəst şəkildə işləyib, həm şuur, həm şuuraltı, həm də üst şuur zehin səviyyələrində özünüzlə və başqaları ilə işləməyi bilir. Burada təlim almış başqaları var. Onlardan soruşun. Kim var burada? Tərana xanım var. Tərana xanım, açın səsinizi, deyin təcrübələrinizi. Zəhmət olun. Feroz, bir dəfə Eral Hoca YouTube videoların birində belə bir şeydən danışmışdı. Dedi, mən Psyche öyrənməyi ata minməyə oxşadıram. Yəni biraz da mən elə fikirləşirəm ki, yəni gedəcəm təlimə, bir şey öyrənəcəm, sonrası necə olacaq? Yəni onsuz öyrənəndən sonra yəni biraz da öyrənərkən də insan həqiqətən çox şeyin fərqinə varır da. Yəni o türklərin bir sözü var, deyir, anlatılmaz yaşanır bir təcrübədir. Həqiqətən yəni maddi və yaxud vaxt cəhətdən bir imkanı olan şəxs məncə bunu öyrənməlidir həqiqətən. Çünki Eral Hoca da bayaq dedi, qeyd elədi onsuz da. Yəni dedi biz burada bir şey satmağa çalışmırıq. Ki bizdə, ki Müşahid müəllimdə məsələn. Dedi deyir həmişə deyir genəldə biz satın alırlar deyir. Yəni həqiqətən elədir. Anlatılmaz yaşanır bir təcrübədir. Mən məsələn psixologiya ilə belə əlaqəm yoxdur. Mən bir müəlliməyəm. Hətta belə spirituallığa falan çox inanmıram. Bürclərdir falan belə şeylərə yəni çox inanan biri deyildim də. Amma bir şəkildə yolum mən Psyche ilə kəsişdi və o bayaq bir xanım da qeyd elədi. Yəni o şeyə qarşı bir yüksəlmə oldu da məndə. Yəni Allah yol açdı da belə deyim. Ondan sonra mən bunun dəyərin, necə böyük bir şeyin içində olduğumuzu dərk elədim. Hətta bəzən indi də mənim stolumun üstündədir. Yəni bu təlim materialları da indi bunu bizə veriblər o təlim müddətində. Sonra da istifadə eləməyimiz üçün təbii ki, mən təkcə bir təməl təlim almışam da. Yəni baxıram stolun üstündə deyirəm ki, Allahım necə gözəl şeylərdir həqiqətən. Deyirik o psixikanın açarın veriblər də həqiqətən. Daha doğrusu biz onu qazanmışıq.
Yəni hər an, hər istədiyin hər problemdə özünlə işləyə bilərsən bunu. Yenə deyirəm, yəni saatlarca Eral Hoca da danışdı onsuz da 1 saat. Biz də yəni bu reklam deyil təbii ki. Ümid edirəm səmimiyyətinizə güvənirsiniz. E, Biraz öyrənəndən sonra da insan həqiqətən özü təcrübə eləyib, hə, deməli bu imiş deyə Sayki biləcəyi bir şey. təlimlərinə mən 2021-də öyrənmişəm. 22-ci ildə ilk təlim təşkil etmişik biz Bakıda. Sayki təlimlərinə indiyə kimi gələn insanların 99,9%-i əvvəl seansa gəlib, həyatında bir şey dəyişib, sonra bunu öyrənib davamlı özü ilə işləmək istəyən insanlar olublar. Yəni hər kəs gəlib nəticə görüb sonra davamını gətirmək istəyib. Nadir hallarda olur ki, məsələn, əvvəl seansında olmayıblar, təcrübə etməyiblər, başqalarının yorumlarından öyrənib. Mən də məsələn birinci seansa getməmişdim. Mən də birbaşa təlimə gedənlərdən. Amma indiyə kimi mənim Bakıda təşkilatçısı olduğum təlimlərin bir çoxunda, yəni seansa gələn şəxslər olublar, təlimə də qatılanlar. Yəni Mən bilirəm. 3 gün ərzində öyrənə bilərsiniz. Bəli. Öyrənmək istədiyim şey və yaxud da Təranə xanımdan və sizin iştirakçılarınızdan eşitmək istədiyim şey bu təlimin gözəl olub olmamağı deyildi. Mən deyəsən sualı çox dəqiq bir şəkildə qurmadım. Hı Mən -hı. bəlkə də 10 minlərlə, 20 minlərlə, 50 min, 60 min, 70 min təlimlərə pul xərcləyən bir xanımam. Mən bunu sevirəm, çünki öyrənmək mənim ilk dəyərimdir. Həqiqətən öyrənməyi çox sevirəm. Və bir təlimi mən son bu 1 ildə başa düşmüşəm ki, bir təlimi alıb onu öyrənməyin və onun gözəlliyini bilməyin onu qavramaq yetərli deyil. Onu Bəli. idrak etmək yetərli deyil. Mən eşitmək istədiyim, mənim sizin iştirakçılarınızdan eşitmək istədiyim bir şey, çünki keçən dəfə də əvvəl də sizin təliminizə qatılmışam. İştirakçılardan eşitmək istədiyim şey həqiqətən də yaşamlarındakı təcrübələri idi. Bilirəm təlimlər gözəldir, bilirəm təlimlər mükəmməldir. Təcrübə olaraq nələriniz dəyişib? Yəni təlimin mükəmməlliğini də mən deməyə çalışmırdım. Hə, başa düşdüm. Yəni həyatımda həqiqətən mənim çox dəyişiklik olub da. Hal-hazırda da yaşayıram. Allah qismət etsə gələcəkdə də bunu Konkret yaşayacağam. deyə Mən biləcəyiniz şeylər ümumiyyətlə varmı? məsələn Onu panik bilmək istəyir. atakdan əziyyət çəkən bir insan idim. Məsələn, onu necə gözəl bir şəkildə dönüşdürdü, aldığım öz üzərimdə işlədiyim şeylər. Nə bilim, nənəmin ölümü ilə əlaqədar olaraq başlayan bəzi şeylər var idi. Onu yəni böyük bir şeyi dönüşdürdü bu üsul məndə. Nə bilim, çox ümumiyyətlə özümlə əlaqəli və hələ də davam eləyir bu. Davam eləyəcək də yəni bundan sonra. Yəni mənim deyəcəklərim bunlardır ki, bu yəni cümləyə sığdırmaq biraz çətindir. Yenə deyirəm, yəni onu mən və yaxud o şəxs özü həyatında təcrübə eləməlidir. Mən də bir Belə, nümunə böyük verə bilərəm. dəyişikliklər var mən. Mən də bir nümunə verə Böyük bilərəm. dəyişikliklər Elə mənim sizdən soruşacaqdım üçün. ki, Saykini alandan sonra yaşam standartlarınız yüksəldimi? Çünki mən bütün təlimləri alanda ilk öncə yaşam standartlarımı yüksəldəcəyini Yaşam düşünərək aldım. standartı deyəndə nəyi nəzərdə tutursunuz? Həm maddi, həm mənəvi, həm sağlıq, həm gözəllik, həm münasibətlər, bütöv yaşam standartlarımız. İnanc dəyişəndə onsuz da bütün standartlar dəyişir də. Amma siz gözəl dediniz. Bəli, bəli. Şahidi oluram mən bunun. Mən öz adıma bunu deyə bilərəm. Bilirsiniz, inanclar həyatımızın müxtəlif sahələri ilə bağlı müxtəlif inanclarımız var. Elə inanclar var ki, bayaq mən ekranda göstərmişdim. Pulla bağlı fərqli inanclarımız var, sağlamlıqla bağlı fərqli, özgüvənlə bağlı fərqli, öz dəyərlə bağlı fərqli. Kim qarşısına hansı hədəfi qoyursa, nəyi dəyişmək istəyirsə, onu dəyişir. Amma bir şey var ki, həyatımızın hər sahəsi ilə bağlı bizim minlərlə inancımız var. Və siz gəminin göyərtəsinə, yəni direksiyonuna keçəndə o gəmini istədiyiniz istiqamətə çevirə bilirsiniz. Məsələn, ə, mən uzun müddətli məşğul olduğum üçün hər sahədə mən bunu istifadə etmişəm. İstəyir sağlamlıqda, istəyir işdə, istəyir şəxsi məsələlərimdə. Məsələn, mənim ən belə wow effekti yaradan və çox belə necə ola bilər bu dediyim fərqindəlik yaşadığım mövzulardan birini deyim sizə. Mən davamlı e, bir çox şeyləri ertələyirdim. Hansı ki, edə bilərəm. Etsəm çox yaxşı şeylər olar həyatımda. Amma mən davamlı bunları ertələyirdim. Qətiyyən bu düzəlmir həyatımda. Davamlı ertələyirəm. Sonra mən bir gün bunu həll eləmək üçün özümlə baş-başa qalıb oturdum seansa. Dedim ki, bir baxım görüm mənim daxilimdə nə ola bilər ki, mənim bunu eləməyimə səbəb olur. Yəni bir çox insanlarda olmayan imkanlar,
və sairə o resurslar olmağına baxmayaraq, bunlara sahib olmayan insanlar mənim hədəflədiyim şeylərdən qat-qat yaxşısını eləyirlər, amma mən bunların heç birini eləyə bilmirəm. Sonra mənim qarşıma bir inanc çıxdı birdən-birə. Rədd edilmək qorxusu kimi bir şey. Karyerada rədd edilmək. Hansı ki, mənim əlaqələr qurduğum bir çox biznes əlaqələri var idi, iş adamları var idi, işgüzar görüşlər var idi və s. Bir çox hallarda mən bu insanlarla kontakta girməyi ertələyirdim. Çünki birdən kontakta girərəmsə, təklif edərəmsə, ya da bir addım ataramsa, birdən yox cavabı alaram və bu yox cavabı almaq mənə heç də yaxşı hiss etdirməyəcəkdir. Bu səbəbdən də zehin o yox cavabının verəcəyi ağrıdan, acıdan məni qorumaq üçün məni özünə xas yaratmış olduğu güvənli bir mühitdə tutmağa çalışırdı. Yəni burada nə iş təklif eləmirsən, nə heç bir iş qurmursan, heç bir şey eləmirsən, yox cavabını da almırsan. Almadığın üçün də səni narahat eləmir. Mən cəhd edərəmsə, uğurlu olaramsa, rədd edilərəm, yox eşidərəm inancı. Və bunun fərqinə varıb, bunu dəyişdikdən sonra bu problem tamamilə həll olunmuşdu. Başqa bir nümunəsini deyim. Bir çox hallarda həyatımda davamlı təkrarlanan sıxıntılar olurdu, problemlər olurdu və bu problemlərin davamlı, mütəmadiən elə həmişə problem olur, düzəlir, sonra yenidən problem olur, sonra yenidən düzəlir. Bir gün bununla bağlı da özümə çəkiləndə bir şeyin fərqinə vardım ki, mən problem yaşayanda mənim ətrafımda olan dostlarım, mənim çox yaxınlarım mənə çox böyük dəstək olurdular. Mənim yanımda olurdular. Və mən onların dəstəyini, mənə olan qayğısını görəndə nə qədər dəyərli olduğumu və tək olmadığımı hiss edirdim. Və deməli, burada mənim qazandığım fayda nə idi? Özünü dəyərli hiss etmək və tək olmadığını görmək. Mən tək deyiləm. Məni sevən insanlar var, mənə dəstək olan dəyərli insanlar var ətrafımda. Və onların mənə yaşatdığı bu duyğunu, yəni dəyərli hiss etdirmək, aid olmaq, sevgi, bu duyğular idi mənim ehtiyacım olan. Və bu duyğulara çatmaq üçün də nəyə ehtiyac var idi? Mən gərək pis günə düşərdim. O söz var ya, dost pis gündə tanınır. Mən gərək pis günə düşməli idim ki, dostlarım mənim yanımda olsun və mən özümü dəyərli hiss edim. Görürsünüz zehin nəyə inanır? Yəni, dəyərli hiss etmək üçün elə həmişə pis günə mi düşməlisən ki, dostun sənin yanında olsun və sən dəyərli hiss edəsən? Və yaxud da məndəki kimi nələrsə qavramaq və öyrənmək üçün imununu sıfırlanmalısan sən. Bəli, bəli, bəli. Və Yəni, yaxud, və bu da bunlar hamısı inanclardır. Yəni, bunları dəyişdikdə artıq siz bir şeyin varlığına inanmırsınızsa, onun təsirini heç vaxt görə bilməzsiniz. Bəsit bir nümunə verim. Çoxlu inanclı insanlar var. Mən də inanclı bir insanım. Tanrıya, Allaha, artıq kim nə deyirsə, inanclı insanların heç biri fiziki olaraq Tanrını görməyiblər. Amma kim ona inanırsa, inandığı üçün onun varlığını hiss edib. İnancla bağlı bilinən bir mif var. Biz elə bilirik ki, biz görsək inanarıq. Halbuki belə deyil, tam tərsidir. Biz inandığımız vaxt görməyə başlayırıq. yes. Və bu səbəbdən də öz həyatımızdakı inanclar da bunun kimidir. Mən əgər dəyərli olduğumu görə bilməyim üçün dostlarımın dar günümdə mənə dəstək olduqlarına ehtiyacım olduğuna inanıramsa, xoş günlərdə də özümü dəyərli hiss edəcəyimə inanmıramsa, ümumiyyətlə mənim zehnim məni o dəyərli olmağı hiss etmək üçün xoşbəxtliyə doğru aparmayacaq. Həmişə problemə doğru o atı sürəcək aparacaq. Çünki o variant yoxdur beyində. İnanmadığı üçün də görmür. Görə bilmədiyi üçün anlamır və anlaya bilmədiyi üçün o reallığı yaşaya bilmir. Siz bir inancı zehninizdə dəyişdirdiyiniz zaman
Ona inanmağa başladığınız zaman onun reallığını görmeye başlayırsınız həyatınızda. Tətikləndiyim yeri fərqinə vardım və mən həqiqətən də birliyə çox inanan bir insanam. Çünki fizikaya inanıram. Fizika yəni elmdir və hər şey bir və bütündür. Mənim bir hissəmdən danışmağa başladınız. O hissədəki yox cavabını almaq. Hmm. Bəlkə də mənim bədənimdə ən çox qıt səsini yaradan bir şeydir, yəni o qəlbimdə. Yox cavabı məni tətikləyir. Rədd edilmək məni tətikləyir. Və mən düşünürəm ki, və belə bir şeylər yarananda bilirsiniz məncə nə olur? Məsəl üçün maddi cəhətdən artıq biraz dibə enəndə, sıfıra enəndə, hər şey əlimdəkini itirəndə və yaxud da artıq çevrəmdəki bütün dostları sil, yox elə, özünüz də buna şahidsiniz. Yəni gah doldururam, gah silirəm. Belə bir şeylər yaranır məndə son zamanlar. Və belə bir şey yaranır. Sanki hər bir şeyin faydası var imiş kimi. Və bu mənim öyrəndiyim bir təlimdən irəli gəlib. Mən bir təlim almışam. Orada deyirlər ki, hər şeydə fayda və zərər bir-birinə bərabərdir. Yaşanan hər bir təcrübədə fayda və zərər bərabərdir. Belə çalışmalar elətdirirlər bizə. Və mən o zamandan bu yana indiyə qədər bu çalışmanı eləyirəm. Pulsuz qalan kimi başlayıram ki, görəsən bu pulsuzluq mənə nə öyrədir? Sanki super bir şeymiş kimi. Və yaxud da çevrəmdən, dostlarımdan uzaqlaşan kimi başlayıram özümə sual verməyə ki, bu mənə nə öyrədir? Çox maraqlı bir yerə toxundunuz. Mənim tam xatırlamıram nə vaxt olmuşdu bu seans, amma bir xeyli vaxt keçib üstündən. İşlədiyim bir seans zamanı başqa biri ilə işləmişdim bunu. Mənim özüm deyildi. Türkiyədən bir xanım var idi. Onun da həyatında davamlı belə çətinliklər, problemlər və s. xeyir axtarma. Bilirsiniz də bu inanclar necə? Məsələn, sizin dediyiniz şeydir. O təlimdə sizin beyninizə yüklənmiş bir inanc var və bu inanc sizi oraya doğru aparır. Sonra birdən-birə seans əsnasında bir şey üzə çıxdı. Xanımın həyatında davamlı bir problem, bir şər, problem, pis şeylər olmalıydı. Məndəki kimi. Sonra bir söhbət zamanı bir şey belə o bilinçaltından çıxır, belə birdən-birə çıxdı. Mevlana'nın bir sözünü dedi. Sizin hər xeyir dediyinizdə bir şər, hər şər dediyinizdə bir xeyir vardır. İstədiyim bir şey olursa bir xeyir, olmursa min xeyir axtar. Və bu mənim Lampoçka zehnimdə çox yandı. bölümlərdə var. Və lampa yandı həmin anda. Hə. İstədiyim bir şey olursa bir xeyir, olmursa min xeyir axtar. Dolayısıyla Olar mı? bir dəqiqə tamamlayım. Müəllim, olar mı qədər Dolayısıyla sözünüzü bölüşdüm. bir dəqiqə bunu deyim. Hı. Dolayısıyla min dənə xeyir istəyirsənsə, nə etməlisən? Heç nə olmalısan, sıfırlanmalısan. Yəni istədiyin bir şey olursa bir xeyir, olmursa min xeyir. Deməli, min dənə xeyir olması üçün nə olmalıdır? Həyatında istədiyin şey olmamalıdır. Hər şeyi sıfırladım, hər şey etdiyim yatırımları dəli kimi durub Instagramdakı izləyicilərimin hər birisini bir-bir çıxartmaq, yəni təsəvvür edirsiniz. Yəni onu deyən adamın özü də əslində ona başqa bir şəkildə anlayıb. Onun bizə ötürmək istədiyi şeydir o. Amma bizim tərəfimizdən anlanılan və o inancın yaratdığı effekt bambaşqadır. Bəli, sən əgər 1000 dənə xeyir tapmaq istəyirsənsə heç bir şey olmamalıdır həyatında. Bu kimi. Və yaxud da Məqam müəllim, məsələn, buyurun. Bir şey deyirdiniz. Olar mı xanımdan soruşaq zəhmət olmasa əgər bilmək olar mı ki, hansı sahədə işləyirsiniz, hansı sahədə çalışırsınız, iş gördüyünüz iş var. mən özüm zehin dönüşüm mentoruyam. Və mənim bütün yatırımlarım, pulum bu sahədədir. Mən mentorluq eləyirəm. Belə digər tərəfdən qrafik dizayneram. Hə, laf. Bilirsiniz, məsələ burasındadır ki, indi bir şeyi də deyim sizə. Eriksonun bir gözəl bir sözü var. Deyir ki, insana həyatda mane olan şeylər heç vaxt bilmədiyi şeylər deyil. Həmişə Bildiklərim. bildiyi şeylərdir. Bizim həmişə təlimlərə gəlmək istəyən insanlara dediyimiz bir söz var. Bir çox hallarda insanlar soruşurlar. O qədər təlim olmuşam, yəni və yaxud da ki, mənim bazam yoxdur. Mən gedim bir şeylər öyrənim, sonra gəlim. Çünki buradakı faydanı başqa yerlərdə görə bilmirlər və düşünürlər ki, bu boyda fayda verən bir şey öyrənməsi üçün zehin buna hazır olmalıdır. Yox. Nə qədər az şey bilirsinizsə, o qədər yaxşıdır. Mən çox şey bilərək gəlmişəm bu təlimə məsələn. Mənim öyrənməyim ona görə mənim belə deyək,
puxtələşməyim bəlkə də heç bir şey bilməyən bir insandan daha uzun çəkib. Nəyə görə? Çünki mən təlimə gələndə birinci növbədə mən bir doğru bildiyim yanlışları dağıtmalıydım. O belə deyək də bir var ki, siz boş ərazidə bina tikəsiz. Bir də var ki, bir tikinti var. O tikinti sökülməlidir. Onun yerində yeni bir bina tikilməlidir. Hansı daha rahat olur? Boş ərazidə bina tikmək daha rahat olur. Ona görə də insana həyatda bax, bizim bu həyatımızda öyrəndiyimiz bu qorxular, bu məhdudlaşdırıcı inanclar hamısı sonradan öyrənilir. Bunlar bizdən doğulmuyub. Öyrəndiyimiz o bəzi yanlış şeylər, yanlış o minlərlə dollar pul xərclədiyimiz şeylər falan filan. Bunlar hamısı əslində bizim indiyə kimi ayağımıza dönüb dolaşan və bəzi məhdudlaşdırıcı inanc toxumlarını əkən şeylər olublar. Sadəcə biz fərqinə varmamışıq. Yəni mənə ancaq problem yaradıb öyrəndiklərim. Mən düşünürəm ki, mənim bu qədər yatırımım, mənim rəfiqələrim gəzir, əylənir, tozur, biri ev alır, biri maşın alır, biri onu eləyir. Mənə deyirlər ki, sən axmaqsan, sən oxuyacam, öyrənəcəm, onu eləyəcəm, ancaq bura yatırım eləyirsən və həqiqətən də bir tərəfdən görürəm ki, bunlar mənə ancaq çox aşağı çəkib. Yaşamım boyu, yaşamın hər bir yönündə, hətta deyə bilərəm. Əsasən də maddi yöndə. Niyyət Və Onlar yaxşıdır, niyyət siz o yaxşıdır, aşağı sadəcə çəkib niyyət xanım. yaxşıdır, Bax sadəcə xanım, o sizə olaraq söz deyən xanımlar sizi aşağı çəkib. Onlar istəyib ki, siz irəli getdikcə o sehincətdə o sizin paxıllığınızı çəkib, o sizlərin neqativ enerji yerləşdirib ki, siz oxuyub nə edirsiniz? Siz onun üçün qabağa getmirsiniz. Onlar mənfi enerjisini sizə yükləyiblər. bilirsiniz mənfi necədir? Bəzən insanın niyyəti yaxşı olsa belə, mindiyi gəmi onu fərqli yerlərə apara bilir. Yəni məqsədimiz deyək ki, Bakıdan nə bilim Gəncəyə getməkdirsə, sizin mindiyiniz qatar yanlış qatardırsa, sizi niyyət fərqli olsa belə sizi fərqli bir yerə aparacaq. Ola bilər ki, mindiyimiz qatar yanlış qatar olub, amma fikir yoxdur. Əsas odur ki, indiki bugünkü gündə bunun fərqinə varmaq da böyük bir şeydir. Bugün hər birimizin burada olmağına vəsilə olan şey əslində bizim indiyə qədər keçdiyimiz yollardır. Keçmişimiz olmasaydı bugünümüz olmazdı. Bugün bura gəlmişiksə buna da şükür eləmək lazımdır ki, ən azından bugün buradayıq. Yəni bu təlimə qatılmazdan qabaq beynim dayanmadan danışırdı ki, lazım deyil, ehtiyac yoxdur. Hətta təlim müddətində belə sanki mənim önümdə böyük bir divar hörmüşdü. Yəni bərk bir hiss, siz bəlkə də başa düşərsiniz mən onu nə demək Başa düşürəm, istəyirəm. başa düşürəm Hə, mən də olmuşam. çünki bunu demək və qavramaq başqadır o hissi, divarı. Və mən dayandıqca artıq onun fərqini hər dəfə belə eləyirəm əslində. Bütün təlimləri bir kənara qoydum bir sözlə. Bildiyim hər şeyi kənara qoydum. Və artıq bilmədiklərimi öyrənməyə qərar verdiyimə görə düşünürəm ki, maddi məsələlər də yavaş-yavaş həll olunar. Bəli, bəli, həll olunan əlbəttə ki, yəni mən mən deyirəm uzun müddətdir mən bunu istifadə etdiyim üçün maddi, mənəvi münasibətlər, şəxsi həyat, özgüvən, uğur, bir çox şeylərdə mən həyatımda nəticə əldə etmişəm. İndi inşallah 10 gün qalıb. 10 gündən sonra kimsə aramızda olmaq istəyərsə mənə yazın. E, Gəlin, şey, gəlin Pınar xanım, gəlin. WhatsAppda Ha, yazın mən. Dəvət mən Gəlin, etmək gəlin. istəyirəm. Tərəddüd mən eləməyin, oradayam. gəlin. Mən artıq oradayam. Mənə WhatsAppda yazın 099 939 66 99. Gerçi İlk, sizə bu linkləri göndərən mənim köməkçimdir. Oradan da mənim nömrəmi tapa bilərsiniz. Burada yenə yazıram. Yazın mənə nə lazımdırsa köməkli eləyək. İnşallah 10 gündən sonra birlikdə dəyişək. tamam. Olar fikir bildirmək. Buyurun, buyurun. Pınar xanıma fikrimi bildirmək istəyirəm, icazə verərsə əgər. Təbii ki. Buyurun. Pınar xanım qeyd elədi ki, çoxlu seanslarla məşğuldur. Hələ də ruçkası əlindədir. O məncə ruçkasını qoysa, beyninə inkişaf elətdirsə ki, stop qoysa beyninə və qoşulsa bu təlimlərə, məncə onda hər şey düzələr. Çünki özü bilmir ki, hansını qəbul eləsən. Hər dəfə dəyişir. Gedir yaxşı, sonra fikrini dəyişir. O məndə də var idi. Ola bilər ki, çoxlu insanlara qulaq asmışdım. Qəşəng gəlir, axırda stopu qoyuram. Çünki orada nəsə mənə təsir eləmirdi. Həqiqətən də bu Mirşahin bəyin yaddaş texnikasından da nəsə əldə eləyəndə adam özünün inkişafını biləndən sonra hələ o birisi təlimlə qoşulmuşam. İnşallah ona da fikrim var.
Amma yaddaş texnikasından elə orada özümüzü inkişaf elətdirəndə adam bilir ki, nəyi əldə edir. Məncə Pınar xanım bu gün stopu qoya bilər, o ruçka qələmi qırağa qoyub bu gün qərar verə bilər ki, все, mən Sayke idi də, səhvləmirəmsə. Mən orada özümü tapa bilərəm. İnşallah. Mən inanıram ki, orada özünü tapacaq və stop qoyacaq. Bütün seanslara stop qoyulacaq. İnşallah. Bakarız. Xanımın adını bilmirəm. Mən özümü çoxdan tapmışam. Sadəcə olaraq yaşamımı dəyişdirmək niyyətindəyəm. Bəs Özümü odur da. hə, Bəs özümü odur da. tamamilə özümün beyin olmadığımın fərqindəyəm. Sadəcə istər-istəməz bəzən bu hətta mənim iradəm olmadan belə necə mənim əlimi hərəkət elətdirdiyinin belə fərqinə varıram və bu məni bəzən dəli eləyir. İnşallah 10 Bəs gündən 10 gündən sonra inşallah. bərabərik. 10 gündən sonra Mən inanıram, baxacağıq. inanıram ki, həqiqətən də burada uca все. Ruçka qələmi qoyasınız, ancaq beyinlə inkişaf eləyəsiniz. Hə, tamam. Belə, ayrı bir sualınız yoxdursa, yavaş-yavaş yekunlaşdıraq görüşümüzü. Gec oldu, amma xoş oldu. Ümid edirəm ki, hamımız üçün faydalı olmuşdur. Yenə də deyirəm, 27, 26, 27, 28 mart. Nədən sağlıma dekabr gəlir, amma sonradan bilirəm ki, mart ayındayıq. Önümüzdəki həftə, yəni 10 gündən sonra Bakıda bir təməl səviyyə təlimimiz var. Bu görüşün də linkini paylaşacağım. İzləyə bilərsiniz, sonradan baxa bilərsiniz. Əlavə də nəsə bir sualınız olarsa, mənə özeldən yaza bilərsiniz. Belə. Təşəkkür edirəm. Sağ olun. Özünüzə yaxşı baxın. Gecəniz xeyrə. Görüşənədək. Sağ ol. Sağ olun. Tamamdır, təşəkkür edirəm. Çox sağ olun, yaxşı ki varsınız. Siz də sağ olun. Qeydiyyat üçün mənə yazın. Özeldən yazın. Linklər göndərin.